qaçır yuxarı, bu adam yenidən qaçır girir operator otağı. 700 addımı 1 dəqiqə 9 saniyə getmək mümkün deyil. Siz bilmirsiniz, aralarında hansı onların problemləri olur? Hər vaxtınız xeyir olsun. Gəl danış sosial kriminal layihəniz görüşünüzə gəldi. 070 ilə 653 48 69 ixtiyarınızdadır. 055 ilə də 753 48 69. Bir son dəqiqə xəbəri ilə başlayırıq. Bakıda şagird müəllimini güllələyib, insident İdrak liseyində baş verib. Təfərrüatlı indi sizə xəbər çatdıracağım. Düzdür, sosial şəbəkələrdə bəzi məlumatlar gəzir. Amma indi bunun təfərrüatlarını deyəcəyik. Belə ki, Unikal Az bu barədə ilk olaraq xəbər yayıb. Hadisə Binəqədi rayonunda təhsil müəssisələrində qeydə alınıb. Özəl təhsil müəssisəsidir bu, təbii ki. Bildirilir ki, 10-cu sinif şagirdi müəlliminə silahdan atəş açıb. Təsəvvür eləyin. Dərhal xəstəxanaya çatdırılıb. Müəllimin vəziyyəti ağır olduğu bildirilir. Lisey rəhbərindən də açıqlamalar gəlib və indicə bu dəqiqələrdə aldığım məlumata görə hadisə liseyin qarşısında baş verib. Yəni, liseyin qarşısında baş verib 10-cu sinif şagirdi, təsəvvür edin. Bəli, ehtiyatsızlıq da deyirlər. Birazdan təfərrüatlı məlumat alacaq, amma bu barədə növbəti xəbər gəlib. Deməli, Daxili İşlər Nazirliyi məlumat yayıb bu dəqiqələrdə. Bildirir ki, hadisə bugün saat 9 radələrində baş verib. Qeyd edilir ki, Binəqədi rayonunda yerləşən Özəl İdrak Liseyinin 10-cu sinif şagirdi, adı çəkilmir, insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada işləyən qadın müəlliməyə xəsarət yetirib. Bir daha deyirəm, digər rəsmi açıqlamada da hətta bəzilərdir, dərs zamanı bəzilərdir, sinifin otağında xeyir, birbaşa kənarda, yəni düz binanın qarşısında baş verib də, yəni bu cür. Polis əməkdaşları tərəfindən həmin şəxs saxlanılıb. Niyə müəllimə ilə 10-cu sinif şagirdinin arasında nə ola bilər? Anonimlik də qorunur, bizə də məlumat verə bilərsiniz. Biz də Daxili İşlər Nazirliyinə istinadən növbəti xəbərləri təqdim edəcəyik ki, nələr baş verir. Liseyi göstərə bilərsinizsə göstərin. Həmin anın görüntüləri gəlib bu dəqiqələrdə və deyirlər ki, həmin şagirdin atası məmurdur. Bəli, Sumqayıtda məmurdur. Mümkündürmü dostlar, baxa bilirikmi? Bir təqdim edin pəncərələrimizdə baxaq. Yox, Bakıda baş verib, atası dedim məmurdur və bu dəqiqələrdə də bəli, var, hər yerdə var. Bax, bu dəqiqə valideynlər də narahatdırlar, binanın önündədirlər. Qafqazinfo bu görüntüləri yayımlayıb. Təşəkkür edirik həmkarlarımıza da və insidentlə bağlı birazdan yenə təfərrüatlı süjetlər hazırlanır, təfərrüatlı məlumat veriləcək. 10-cu sinif şagirdi, 10-cu sinif şagirdi müəllimini güllələyib. Dəhşət, bu binanın qarşısında baş verib. Hər halda araşdırma aparılır. Bu dəqiqələrdə hüquq mühafizə orqanları həm oğlanı saxlayıblar, həm də liseydədirlər. Bəzi dediyim kimi direktoru, müəllimlərin adından xəbərlər gəzir. Bilirsiniz, bəzən deyirlər saytlar ki, televiziyalar reyting üçün qaçır. İnanın, saytlar bizi vurub keçib. Yəni bəzi saytlara, yəni hamısına aid eləmirəm, başlıqları ilə, xəbəri ilə. Çünki sonra bilmirsən ki, mənbə hardandır, hardan çıxdı bu xəbər. Hər halda bu hadisə ilə bağlı məlumat veriləcək. İndicə Kliniki Tibbi Mərkəzdən də açıqlama gəlib. Kliniki Tibbi Mərkəzdən də açıqlama gəlib. Çünki müəllimə oraya yerləşdirilib. Və onlar da bildirir ki, Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən İdrak Liseyində 29 yaşlı xanım müəlliməni güllələyən şagirdlə bağlı bəzi faktlar üzə çıxıb. Müəllimi deyək biz. Qafqazinfonda əldə etdiyi məlumata görə cinayətə şübhəli bilinən şagirdin atası Samir Şirinov daha əvvəllər Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Tədris Birliyinin rəis müavini vəzifəsində çalışıb. Yenə də xüsusi olaraq qeyd edirik ki, bu binanın önündə baş verib. Özü də ki, dövlət müəssisəsi deyil, özəl müəssisədir. Yəni bunu xüsusi olaraq qeyd edək ki, özəl müəssisədir. Birazdan ətraflı danışacağıq. Nə baş verir? 37 yaşlı Elmir, qardaşı hardadır onun? Buradasınız siz, qardaşı buradadır. 37 yaşlı Elmir ölüb, yoxsa Elgün üzr istəyirəm, Elmir sizdə. Elgün ölüb, yoxsa öldürülüb?
çox mühüm məsələlər var. Yəni dünən mənə yazdılar ki, hansı avtomobildə olub? Bir şəkil təqdim edə biləriksə pəncərədə o beton qarışdıran avtomobildən gedir söhbət. Zavoddan. Zavodun özündən də. Onu da təqdim eləməyin. Avtomobildə yox, zavodda. Yəni həmin o dediyiniz qurğu orada da var da. Zavoddur. İndi danışacaqsınız. Yəni bu səhlənkarlıq varmı, yoxmu? Çox mühüm məsələdir. Hətta biz o kadrları dünən doğrudan da burada baxdıq. Çünki ilkin izahatında oğlan bildirib ki, mən ayaq yoluna getdim. Gələndə düyməni basıb və s. ayaq yoluna da girib gəlmək, burada saniyəsinə də baxdı. 1 dəqiqə neçə saniyə oldu? 9 saniyə. Yəni üzr istəyirəm, ayaq yoluna gedəndə elə yol özü 300 metrdən çox. Qayıdışı da nəzərə alaq və bunun üzr istəyirəm o prosesi həyata keçirməyə də nəzərə alaq. Yəni bu 1 dəqiqəyə necə qayıtdı o? 1 dəqiqə 9 saniyəyə necə qayıtdı? Amma o adamın da 23 yaşı var. Yox, o birisi Orxanın 23 dedilər dünən mənə. Artıq bəzi şəkillər də göndərilib. Hər halda birazdan təfərrüatı ilə sizə məlumat verəcəyik ki, nə baş verir. Axtarışlarla da bağlı xəbərlər var. 17 yaşlı Alizami ilə də bağlı danışacağıq. O da böyük bir iddiaya qurban gedib. Hətta Ruslan müəllimə deyərəm bir kənarda da bir söhbət eləyər. İddiasına görə az yaşlı qız, az yaşlı deyək də 15-16 yaşında qız gedib şikayət eləyib ki, Əlzami mənə xoş olmayan hərəkətlər eləyib. Amma ekspertiza rəyində və digərlərində heç biri təsdiqini tapmayıb. İndi ailə də qalıb çıxılmaz vəziyyətdə. Hətta hakimin sonuncu qərarını da indi Ruslan müəllimə təqdim edərsiniz. Hakim ikinci qərarında birinci qərarını inkar edir bir növ. Yəni deyir ki, yenidən araşdırılsın, yenidən geri göndərilsin. Nə baş verir? Birazdan biləcəksiniz. Daha bir dostumuz buradadır. Çox mühüm məsələsi var. Onu da danışacağıq. Ağsaqqal dünən dedi ki, mən içki düşkünü olmuşam, kömək edin buradadır və bugün də ona yardım əlimizi uzadacağıq. Xoş gəldin var sabah saat 11-də. İzləməyi unutmayın dostlar. Kısa bir ara veririk, qaydırıq inşallah. Hadisə, müəmmalı ölüm. Gələnlər hamısı hadisə yerinə yox. Bu adam girir operator otağına. Heç bir aidiyyəti yoxdur bu adamın orada. O orada girib sonra çıxmışdı. O yəqin girib baxıb görüb nəsə bir iz buraxmamışam. 27 yaşlı Elgün doğrudanmı qəsdin qurban olub? O qışqırır ki, hadisə baş verdi. Mən ondan sonra gəlmişəm ora. Amma video yazdan görünür ki, bu adam yuxarıda olur, bu adam yuxarıdan düşür, bu adam operator otağına girir, bu adam hadisədən sonra operator otağına gəlir. Bunlar heç biri təsadüf ola bilməz. Xüsusi qurğunun içində can verən oğlanın ölümündə kimin əli var? Onu qardaşımı ora göndərən adam Orxan Ələmişovdur. Avqust ayının 14-ü qardaşımı oranı təmizləməyə göndərib işə başladığı ilk gündə. Müəmmalı hadisə, müəmmalı ölüm. Gələnlər hamısı hadisə yerinə yox. Bu adam girir operator otağına. Heç bir aidiyyəti yoxdur bu adamın orada. O orada girib sonra çıxmışdı. O yəqin girib baxıb görüb nəsə bir iz buraxmamışam. 27 yaşlı Elgün doğrudanmı qəsdin qurban olub? O qışqırır ki, hadisə baş verdi. Mən ondan sonra gəlmişəm ora. Amma video yazdan görünür ki, bu adam yuxarıda olur, bu adam yuxarıdan düşür, bu adam operator otağına girir, bu adam hadisədən sonra operator otağına gəlir. Bunlar heç biri təsadüf ola bilməz. Xüsusi qurğunun içində can verən oğlanın ölümündə kimin əli var? Onu qardaşımı ora göndərən adam Orxan Ələmişovdur. Avqust ayının 14-ü qardaşımı oranı təmizləməyə göndərib işə başladığı ilk gündə. Hamı qaçır yuxarı, bu adam yenidən qaçır girir operator otağı. 700 addımı 1 dəqiqə 9 saniyə getmək mümkün deyil. Siz bilmirsiniz aralarında hansı onların problemləri olur. Narahat olmayın, rəsmi açıqlamalar gəlir. Mən də buradan canlı rəsmi açıqlamaya istinadən sizə xəbər verəcəm dostlar.
çox xahiş edirəm mən tamaşaçılarımızdan uşaqların fikirlərini, o cümlədən hətta elə həmkarlarımızdan da xəbər etməyimizə ehtiyac yoxdur. Bu uşaqdır. 5-də oxuyan, 4-də oxuyan uşaqların fikrini xəbər başlığı kimi eləməyimiz düzgün deyil. İndi rəsmi açıqlamalar mənə 10-15 dəqiqə ərzində gələcək. İsti-isti Space-dən bu açıqlamaları təqdim edəcəyik. Yenə də deyirəm, Elmir buradadır və Elginin ölümü ilə bağlı da çox mühüm məsələlər ortaya çıxır. Açıqlamayı gördünüz. Gəlin bir xatırlatmanın birincisine baxaq, qısa məlumatımız olsun. Yenidən başlamayaq ki, birbaşa söhbətə keçək. Bir xatırlatmanın birini təqdim edək, birincini. Neçə yaşı var idi qardaşınızın? 37 yaşının içindəydi. Hadisə harada baş verib ünvan olaraq? Laçın rayon Pirzahan kəndində, Falcon MMC beton zavodda 2024-cü il iyulun 31-də iş görüşməsi üçün getmişdi. Qapının ağzında olan Orxan... O qardaşınız da ayaqüstü olan? Bəli, əlində əlcək olan qardaşımdır, qara paltarlı. Otağın qabağında olan Orxan Eləmişovdur, o bizim həmkənsidir. Həmin o həmkənsimiz qarşılamışdı və Dünyamalı Orucovun otağına aparmışdı. Operator bilir ki, onlar oradadır. Girir içəri, knopkanı vurur. 1 dəqiqə 40 saniyə belə içəridə olur. İçərini təmizləyəndə preparatorla təmizləyirlər. O dəmirə dəyəndə çox güclü bir səs gəlir. Bu adamın dediyinə görə onu eşitməyib o səsi. Başım ora fəhlə kimi yazılmışdı, amma Dünyamalı Orucovla razılaşmaları olmuşdu ki, operator işinə 10 gün, 15 gün ərzində kompüteri öyrənəcək. Demişdir ki, get Bakıda baş ofisdən fəhlə kimi işə düzəl gəl, 10-15 gün ərzində kompüter qardaşım bilirdi, aparatı idarə etməni səni öyrədəcəyi. Onu qardaşım ora göndərən adam Orxan Eləmişovdur. Avqust ayının 14-ü qardaşımı oranı təmizləməyə göndərib işə başladığı ilk gündə. Qardaşım ora o işə düzəldən adam da orada sürücü işləyir. Deyib, niyə üst başın toz torpaqda, sənin üstün bulaşmamalıdır da, operator vəzifəsinə gəlmişəm. Deyib, Orxan məni göndərib, Mişalkanın için təmizləməyə. Qardaşım girib içəri, deyir, onun preparatırını verdim. Qayıtdım yerdən öz preparatırımı götürüb verəm o adama, qardaşına ki, qoysun içəri, mən də o bir qapıdan gireyim. Deyir, elə əyilib preparatı götürüb, belə çönən kimi aparat işlədi. Qardaşımın yanında olan hadisənin yeganə şahididir. O deyir ki, gözümün qabağında stop knopkası var. Stop knopkasını vurdu, girdi içəri. O adətən təmizlənəndən, qutarandan sonra preparatorla içərisinə beton qarışdırırlar deyə. O betonun qalıqları qalır. Onu preparatorla təmizləyəndən sonra ki, iş qutarır, operator oranı yoxlamalıdır. Tam əmin olmalıdır ki, işçilər işin qutarıb, ondan sonra o təmizlənib aşağı tökülmək üçün, içəridə qopan betonlar aşağı tökülmək üçün onu işə salırlar. Məsuliyyətə cəlb olunan olub, ya həbs olunan var burada? Həbs olunan yoxdur, ehtiyatsızlıqla operatoru cəlb eləyiblər. Bəli, kadrlarda monitora təqdim olunsun. Burada qəsd var, yoxdur. Bax, dünəndən çox adam bizə yazır ki, bu sanki bilərəkdən olub. Amma buna məsuliyyətsizlik, ehtiyatsızlıq adı da verirlər. Hər halda bir adam ölüb burada. Bir insan ölüb. Və heç kim indiyə kimi həbs olunmuyor. Ruslan bəy, mikrofona. Çox sağ olun, Amir müəllim. Ümumiyyətlə, bir çox hallarda cinayət işlərində ilkin görünüş sonradan dəyişə bilər. Yəni, bir çox hallarda baxırsan ki, ehtiyatsızlıqla bağlı əlaqədar cinayət işi başlanır. Yəni, şəxsin ilkin olaraq istintaqçının işlə bağlı olan mövqeyi bu formada olur, ehtiyatsızlıqdan və şəxs də həmin o məsələ ilə bağlı onun barəsində müvafiq olaraq qətimkan tədbiri seçilə bilər və yaxud da ki, hazırki mərhələdə deyilsiniz ki, həbs olunmuyor. Çünki görünür ki, ehtiyatsızlıqdan adam öldürməklə bağlı cinayət işi başlanıbdır, araşdırması aparılır. Amma bir çox hallarda işin nəticəsində elə hallar üzə çıxır ki, burada artıq ehtiyatsızlıq yox, qəsd çıxır ortaya. Hətta o belli götürməyin də tapın, saxlayın ekranda, oğlan orada görünür. Davam edin. Və bu da ki, uzun müddətin, neçə ayların istintaqın nəticəsində müəyyən olunur. Yəni, bunu biz bugünkü gündə bizdə olan az məlumatlarla və yaxud da ki, hadisəni görən və yaxud da ki, mərhumun qohumları ilə
olan informasiya, məlumat əsasında bizə ola bilsin ki, səhv məlumat verə bilərik, amma dediyim kimi, bunun üçün xüsusi biliyə malik olan istintaqçılar var, xüsusi biliyə malik olan ekspertizalar var, ekspertlər var. Bunlar hamısı, bütün məsələlər hamısı araşdırmalıdırlar və əgər müəyyən olunsa ki, orada ehtiyatsızlıq deyil, qəsdirsə, təbii ki, həmin şəxs barəsində qətimkan tədbiri dəyişilir və hətta belə qətimkan tədbiri dəyişilməsə də belə, İşin yekununda, yəni məhkəmənin hökmündə əgər qəsd müəyyən olunsa, şəxs azadlığa məhrum etmə cəzasına. İndi biz burada bir kriminal layihədəyik və sərbəst layihədəyik. Bir vəkil olaraq indi ekspertlərimiz digərlərinə sual verəcəm. Bu arada mərhumdur o görüntüdə görürsünüz. Sizə görə burada varmı bir tutulacaq bir adam varmı həbs olunacaq? Əgər söhbət ehtiyatsızlıqdan gedirsə... Vəkil olaraq danışmayın. Belə düşüncələriniz var. Mən məlumatım çox azı bu məsələ ilə bağlı. Düyməni basırlar. Bax, dünə anons xatırlatmadan təqdim elədik. Bu adamın işi deyil. Bu adam gedir o qurğunu təmizləməyə, betonu təmizləməyə xüsusi vasitə ilə. Və bir adam da gəlir buradan. Özdə biz dünən burada baxdıq, tez-tez həmin Orxan idi o otağa daxil olan. Orxan bu otağa daxil olur, baxır, indi görəcəksiniz şübhəli və düyməni basır. Yəni buna görə düşünürsünüzmü, ona həbs düşməlidir? Bilirsiniz, mən subyektiv fikrimi bildirə bilərəm. Mənim subyektiv fikrim həqiqətlə uyğun gəlməyə bilər də. Məsələn, mən hal-hazırda fikirləşirəm ki, orada bu formada qəsdən adam öldürməsi düzgün olmazdı. Yəni, əgər şəxs kimisə öldürməyə planlaşdırsa, bu bunu açıq eləmir. Və yaxud da ki, ola bilsin ki, ona səhv məlumat başqa adam, o adamın əli ilə də bu cinayəti törədə bilər. Bu da ola bilər. Amma şəxs məsələn bilərəkdən ki, bunu sabah bunu hesablayacaqlar ki, bu knopkanı o basıbdır. Bu knopkaya basan adam tez müəyyən olunacaqsa və həmən şəxs bir nömrəli təqsirlənən şəxsin və ya şübhəli şəxs statusdan çevriləcəksə, mən hesab edirəm ki, yəni belə primitiv formada adam öldürmək sərbəst, sadə formada adətən olmur da. Yenə dediyim kimi, ola bilər ki, başqa bir üçüncü şəxs də ola bilər ki, onun əli ilə də bunu elə bilər ki, həmən bu şəxsin üzərində qalsın bu məsələ. Maraqlı, buyurun Etibar müəllim. O qardaş da burada da yeri gəlir. Deməli, mən qardaşlardan soruşmaq istəyirəm. O uşağın düşməni var idi, yox idi. Nəsə söz-söhbəti var idi kiminənsə. Əslikar məsələ budur ki, o knopkanı basan adam... Düyməni. Yaxşı, bağışlayın, düyməni. Biz Sovetdən qalmışıq, onu yox, bağışlayacam bizi. Düyməni basan adam bilirsə orada adam varsa, o bilə-bilə bunu basırsa, deməli cinayəti bu eləyir. Burada demək olmaz, qardaş, sən bilə-bilə orada adam var, o adam ölə bilər. Sən knopkanı basırsansa, deməli, cinayətkarın böyüyü sənsən də. Sənə kimsə deməlidir bunu, ya belə şeylər də olur da, kimsə pula allanır. Və deyir, o məsələ var, bax, çox gözəl məqamı qeyd elədiniz. Rəhmətli gələcək günlərdə həmin bu Orxanın işini görəcəkmiş. Yəni, vəzifəsi qalxacaqmış, 2700 manat maaş. İndi bir məsələ var, mən soruşdum qardaşlardan, bir düşməni var idi. Yox idi. Yəni, bax, bu məsələlər var. Mən də salamlayıram hər kəsi. Yox, düşməni yox idi. Qardaşımın düşməni yox idi. Orada baxanda görüntüdə belə başa düşdüm ki, deyirlər Orxan knopkanı vurub. Xeyr, Orxan knopkanı vurmayıb. Knopkanı vuran o lapatkanı götürüb gedən orada... Belidindən zəhmət olmasa. Beli, üzr sayın. Beli götürüb gedən... Kərim var, operator. O basıb knopkanı? Knopkanı o basıb. Bu da istintaqada bizə də bəllidir. Adam özü də deyir ki, knopkanı mən vurmuşam. Burada məsələ nədir? Orxanın şübhəli formada içəri girməyin, mən deyim, elə hamının ətraflı məlumatı olsun. O Mişalka, beton qarışdıran Mişalkadır. Bunun start knopkasını vuranda aparat işə düşmür. Çox böyük bir siqnal səsi gəlir, paravoz səsi kimi. Siqnal səsi gəlir 5-6 saniyə. O dayanır, 5-6 saniyə sonra da sonra aparat başlayır pərlər işləməyə. Bu dünən Osman müəllim də qeyd elədi. Bu adam varsa çıxmaq üçündür. Hadisədən əvvəl hamı təsdiq eləyir, məhkəmədə də təsdiq elədilər ki, aparatı işə salanda siqnal səsi gəlirdi, işləyirdi.
Heç bir işləməyən funksiyası yox idi. Hadisədən sonra müstəntiq gedib ora, məhkəmədə mən soruşdum, özü də yazıb sənədlərdə ki, siqnal səsi gəlirdi. Orada olan bütün şahidlər, o knopkanı vuran, hamı da təsdiq edir ki, hadisə vaxtı siqnal səsi gəlmədi. Bu birinci istintaqda araşdırılmayıb, cinayət işi materiallarının içərisində yoxdur. İkinci, bu aparata kənar müdaxilə buradan qaynaqlanır. Bu aparata kənar müdaxilə olunmayıbsa siqnal səsi niyə gəlməyib? Əgər Kərimdir, ehtiyatsızlıq eləyib, o operator knopkanı vurubdur. Baxmayıb, yoxlamayıb. Bu halda belə siqnal səsi gələcəkdir, aparat işləyir, bütün funksiyalar işləyir. Siqnal səsi gələcəkdə adam çıxacaqdı. Orxanın ora girməyində aparata kənar müdaxilə kompüter vasitəsilə, ona da 2-3 saniyə, biz bir neçə mütəxəssislə görüşmüşəm, söhbət eləmişəm, kompüter vasitəsilə olur. Və Orxan ora girəndə aparatı manuel rejimə qoyur. Manuel rejimə qoyanda start knopkasını vurursan, siqnal səsi gəlmədən boş, sakit vaxt keçir və aparat başlayır işləməyə. Məqsəd budur. Orxan manuel rejimə qoyub. O Kərimlə qardaşımın heç bir yəni bir-biri heç tanımamışıq ümumiyyətcə. Qardaşım onun o operator idi, onun yerinə gəlməmişdi. Hətta Kərimə demişdilər ki, xahiş eləmişdilər özünə ki, bu idarə etməni Elgünə öyrət. Elmir, Orxan gedəcəkdi. Orxanla onun intriqası oradan yaranıbdı ki. Orxanla. Orxan hətta şahidlər var orada. İstintaqda da təqdim eləmişik. Orxan qardaşımdan öncə o vəzifəyə gələn adamları, Orxan savadsız olduğuna görə şirkət Orxanı operator vəzifəsinə qoymayıbdı. Və başqa işçilər götürüblər, şahidlər var, efirədə qoşula bilərlər. 5 nəfəri hansısa yolla oradan kənarlaşdırıbdı. Bu 6-cı imiş, bu da ölümlə nəticələnib. Mən dünən də dedim, biz bir şənçiyi hətta qohumuq. Bizim düşmənçiliyimiz olmuyor. Yəni bizim aramızda belə bir söhbət var da, torba tikənliyi eləyirmiş. Bunun fakt özləri şahidlər də var. Mən yenə bu gün də, lap öncədən istintaqda da demişəm, məhkəmədə də bizim aramızda bir narazılıq olmuyor. Atamın maması nəvəsidir, bibi deyirlər. Biz mama deyirik, maması nəvəsidir, həmin uşaq. Atam onların hamısından böyük olub, hamısı da xətrin, hörmətin saxlayıbdır. Görmüşəm mən bunları. Niyə eləsin? Sadəcə kənarlaşdırmaq məqsəd olub, ölüm hadisə ilə nəticələnir. 5 nəfəri yola salmışdı, bu 6-cını ölümlə. Bəli, biz təqdim eləyəndə onun böyükləri deyir ki, bizə, deyirlər bizə ki, Orxan orada olmayıb. Səs eşidib, gedib. Bu, mən göndərdiyim müşahidə kameralarının bir hissəsidir, əsas yerlərdir. Bəs sən konkret kimdə günahı görürsən? Bax, konkret. Kərimlə Orxan da olubdur, bəli. Kərimlə Orxan da. Manuel rejimə, səssiz rejimə salan Orxan da. Hətta mən üzr istəyirəm, bir faktı deyim, məhkəmədə Orxan gələndə, onda Osman müəllimlə müqavilə bağlamamışdıq, Osman müəllim yox idi. Mən özüm şəxsən sual verdim Orxana ki, bax, müşahidə kamerasında görsənir, hadisədən dəqiqə yarım qabaq. Siz nəyə girirdiniz içəri? Niyə inirdiniz? Əldiyi yerə biz dəfələrlə getmişik, kompüterlə, mişqadan başqa hesinə yoxdur. Diqqətlə ekrana baxın, o uşaq da solaxaydı. Sağ qol qalır, sol əli ilə içəridə nəyəsə müdaxilə eləyir. O vaxt da mümkündür ki, siqnal səsini dayandırsın. Qaldım məhkəmədə, cavab verə bilmədi mənə. Dedi, bilmirəm nəyə girmişdim. Görüntüləri göstərmişəm, onun böyüklərinə də göstərmişəm. Bu adamdan soruşum, bu nəyə giribdi, nəyə girmişdi içəri? Cavab verilməyib, 2 ildir. Bir məsələni aydınlaşdırmaq istəyirəm ki, bu Orxan dediyiniz adam 5 nəfəri oradan bu məsələyə görə, yaxşı, bu şirkətin rəhbəri görür ki, ora gedən adam, indi Orxan bilmir axı, Orxandır, kimdir, bunları uzaqlaşdırır. Yəni, o da maraqlı olmalıydı bu işdən. Bax, indi hadisə baş verib özü ölümlə. Bir insanın həyatına qəsd eləyiblər. Baxın, cavan oğlanın. Ona görə burada bəli, o kim günahkardır, o tutulmalıdır. Üzr istəyirəm, göstərə yaxından müəllimənin artıq fotosu yayımlanıb sosial mediada. Güllənəndən özü də yüksək balla nəticələri var. Yəni müəllimənin. Bu müəllimə, Allah köməyi olsun, Allah köməyi olsun. 10-cu sinif şagirdi tərəfindən bir daha yeni qoşulanlar üçün deyək, güllələnib bu müəllim və məlumata görə hadisə, daha doğrusu İdraç liseyində baş verib.
İndi araşdırmalar gedir. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamaları gələcək. Mən də canlı sizə təqdim edəcəm. Yalnız rəsmi xəbərlərə istinad edin. Bəli. Amin müəllim, bir şey deyim. Bu hüquq mühafizə orqanları da bu məsələ ilə maraqlı. Mən dünən Gəncədə idim. Bizim mühafizə Azərbaycan çempionatıdır, güləş üzrə. Mən 3 gündə oradayam. Təbrik edirik. Sağ ol. 3 gündə 3 nəfəri bıçaqladılar orada. Bir cavan oğlan da öldü. Yəni, nəyi demək istəyirəm? Bu hüquq mühafizə orqanları bir qərara gəlməlidirlər ki, bu bıçaq gəzdirən insanları ya cərimə eləsinlər. Bu arada cərimə var. Yox, sadəcə reydlər istəyirsiniz də, reydlər keçirsiniz. Hansı cərimədən? Bir dəfə görmüsən, bıçaqdan cərimə etsinlər, cərimə eləmişik. İndi aparırlar bölmədə həll edirlər. Yox, həll eləyirlər, olmur da. Həll eləyirlər, sonra çıxır o adam, bir cavan oğlanı, amma mən kimisə deyərdim ki, vurur, bax, bu öldürür. gün mən bir məsələ, onu da mütləq bir süjet eləyəcəm. Mən sizə söz verirəm. Bu günlərdə bir süjet təqdim edəcəm. Mən Gəncədə söz vermişəm insanlara. Bax, mən də deyirəm, ikinci günü yaxşı bir süjet eləyəcəm. Daxili İşlər Nazirliyinə salamlayıram. Daxili İşlər Nazirliyinə müraciət eləyəcəm. Həmçinin ikinci mövzum da nədir? Mən bunu əlavə eləyəcəm. Bilirsiniz, indi Azərbaycanda maşallah yollar 3 zolaq, 5 zolaqdır da. 1 zolaq yollar azalıb. Piyada keçidindən telefon əllərində baxmırlar sağa sola, bir naz eləyə-eləyə, bir qönçələri çıxa-çıxa, oğlanlı qızlar elə keçirlər. Buna da cərimə olsun da. Necə ki, telefondan biz istifadə edəndə cərimə var, piyada keçidindən keçir, bax belə. Asta-asta, ya da bax belə, ya da belə. Ya da hərdən dayanır, hirslənir, elə keçiddə dayanır. Hə, keçiddə də. Hələ avtomobilin üstünə çıxmışlar bu yaxınlarda. Yəni, hər şeyin öz həddi hüdudu var da. O yol hərəkəti haqqında qanunda o piyada keçidlərinin keçilməsində birbaşa göstərilibdir ki, piyada keçidindən tez keçməlidir. Yəni orada dayanmadan, yubanmadan və hətta orada belə bir məqam var ki, piyada keçidinə əgər təhlükə varsa daxil olmamalıdır. Amma bizdə elə özlərini atları piyada keçidərli, fikirləşir, hamı gözləməlidir. Amma qanun deyir ki, sən təhlükəsiz olandan sonra daxil olmalısın ora. Baxın, indi biz yenə də deyirik, gənc dövləti, hələ biz 34 ildir biz varıq da belə deyək, müstəqil olaraq da. Təbii ki, tariximiz genişdir. Vaxt var idi ki, piyada keçidinə gələndə ayağını qoydunsa keçidə, 4-cü zolaqdakı avtomobili də cərməlləyirdilər yeri gəlsin zamanda. Amma görürsünüz, indi qanunlar dəyişir. İndi deyirlər, xeyr, elə 1-ci zolaq dayansın, sonra arda-arda dayansın. Yəni, bunlar hamısı yenilənəcək də yeni. Adam ailədə, işdə də belə yeni başlayanda müəyyən bir dəyişikliklər etsin. Bu mövzumuz deyil. Nəsə əlavəniz varsa deyin, ya da keçək bu məsələyə. Keçək, oğlanı göstərək Elgünü göstərək. Elgün 37 yaşında subay idi. Qarabağ zonasında çalışırdı. Bax, bu cavan qardaşımız, Allah rəhmət eləsin, bir səhlənkarlığın mı, qəsdi mi qurban olub, amma o söz mənə çox təsir elədi. Deyir, 5 nəfərin, demirəm, bu dəqiqə mən kimsə öldürməm, amma 5 nəfərin torbasını dikib yola salan adamdan... Səhlənkarlıq eləyib ölüb də bu adam. Bəli. Düzdür. Burada nəyə biz danışırıq? Səhlənkarlıq eləmişsən, cəzavı almalısan. Almayıblar, haradadır o adamlar? Əliqul müəllim sualını versin, mən indi vəkilinə sual verəcəm. Sual yox bu hadisə ilə. Mən canlı şahidi olmuşam əskərlikdə, belə bir bunker deyirlər də, beton tökülən. Hər səhər əskərlərdən biri gəlib girərdi onun içinə, onu təmizləyərdi ki, sonra beton töküləndə rahat olsun. Təsadüfən biri biraz tez gələr, yoldaşı onu görməz. Gələr onu təmizləyəndə buradan da betonu tökərlər onun üstə. Sonra görürlər ki, beton getmir. Niyə getmir? Ora-bura indi texnika başqa cönər. Gəlirlər, axtarırlar, vururlar, oradan bura görürlər ki, buşlat çıxdı əskərin. Açırlar, baxırlar, görürlər ki, əskər orada olub. Yəni, indi mən sizə deyim ki, bu ölümdə səhlənkarlıq daha çoxdur. Nə ki, o Orxanın 5 nəfəri qovdu, 6-sı bu oldu. Mənə elə gəlir ki, səhlənkarlıq da... Çünki elə bir yerə girəndə ikinci adam mütləq bilməlidir ki, orada adam var və heç kəs o düymələrə əl dəyməməlidir. İsmət bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtım xeyir olsun. Eşidirəm, bəli. İsmət bəy, hər vaxtınız xeyir olsun. Hər vaxtım xeyir olsun. Siz Orxanın atasısınız. Bəli. Elgünü Elmirdə tanıyırdınız hər halda, bir kəndçisiniz. Dayım nəvələridir. Dayınız nəvələri hətta. Necə bir qardaşlar olub? Nə? Necə bir qardaşlardır? Tərbiyələri, əxlaqları necədir? Vallahi bərbax, bu başımın üçün hələ bir tərəfdədir, hələ bir yandadır. Bərbax, onları mən görməmişəm. İmtahsı bərbax, dayım nəvələri, dost doğma.
Doğmaca. Bəs Anaları da əmim gidiyordu. bəs bu məsələ bu arada siz xəttə gözləyin. Elgün Elmiri ora kim aparmışdı? Elgünü kim aparmışdı işə? İmranov. O nəyinizdir? Səsi bura verin. Aha. İşləmir. Biz də hələ dəyişək yenə də bizdə. Mən tok vururum. Hə. Süleyman İmranov aparmışdı. O əmim qızının yoldaşıdır, həm də bizlə qonşudur. Hə, aydındır. Ağsaqqalı eşidirsinizmi bizi? Bəli, eşidirəm. Bəs bugün sizə qarşı, daha doğrusu oğlunuz Orxana qarşı belə bir iddialar var. Nə deyərdiniz bu barədə? Mən bu barədə nə deyərəm ki, bu hamısı yalan, böyüktar. Orada ki, oğlum gəlib hasarı götürüb istilata girdi. Türk çağırıb gedib istilata hakimini. O haya gələndə də deyib görüm bu zad işləyir, işləmir. Qapıdan baxıb zad edir. Öncə mənim oğlum heç Elgünü o Elgün gedib qohum deyincə oğlum heç o Elgünü tanımır. Necə? Tanım bilmirdilər, bir-birlərinə qohumdular. Yox, heç bilməyib Allah hətti. Zən gelib anasından soruşub ki, Əlqəmənin oğlu gəlib burada işləməyə. Nəyimizdir? Anası deyir ki, daim oğludur, daim nəvəsidir. Bəs nədir? Orxan özü hardadır bu dəqiqə? Orxan budur yanımdadır, buna var. Verin də bir telefonu zəhmət olmasa ona imkan varsa. Yenə də sizdən davam eləyəcək. Bugün sizdən danışacaq bu cür. Narahat olmayın. Orxan. Alo. Orxan, hər vaxtın xeyir olsun. Ay vaxtıdır. Orxan, elə sənə sual ünvanlayayım. Necə bir oğlan idi rəhmətlik? Yaxşı idim, pis deyildim. Özün aram da yaxşı oldu. Aranız yaxşı olub. Yəni, dostluğunuz olub, yoxsa sadəcə iş yoldaşı olaraq? Yox, belə qohum kimi yaxşı olubdu. Bir yerdə qalmışıq. Rəhmətli gələnə qədər 20 ilə mən bir yerdə qalmışam. Bir yerdə qalmışsan. Hadisə günü kadrlarda səni də görəm. Bir özün izah eləsən, nə işlə məşğul idin orada, necə eşitdin, nə baş verdi deyə. Mən orada xəylə idim. Mən orada getdim, azlar mənim Türk sağıydı. Hələ onun vaxtı hacı olanda. Mənim Türk sağıydı. Getdim orada, o otaqdan hatayı götürdüm, getdim. Getdim o hatayı götürdüm, getdim Türk'ün yanına. Orada kompüter göstərdim Türk'ə. Musiqi saxlayın. Türk'ə göstərdim, Türk'ü adladım. Sonra çıxıb gəlmədim. Orada getdim çay içməyə. Çay içməyə getdin. Orada elə çay içmişdim ki, arsa başlaydı. Arsa başlayanda hamı qaçdı. Sonra mən də onların dalına qaçdım, gəldim ona. Orada birinci baxdım ki, kompüterə sonra çıxdım. Yuxarıda elmini mən şəxsən ölüm çıxartmışam. Elmini mən şəxsən ölüm çıxartmışam. Özün çıxartmışsan? Elmini şəxsən, bax orada qalanlar deyirlər ki, razılar onu çıxartmır, verəmir, buran daxil eləmir. Elmini şəxsən özüm öləndən sonra çıxartmışam. Telefonu mikrofondan çıxart zəhmət olmasa Orxan, çox xahiş edirəm, səni təmizə işlə bilək. Telefonu mikrofondan çıxart, yəni özün getdin çıxartdın onu qurğudan. Elmini şəxsən orada get, kimlə də istəyirsən, sonra elmini şəxsən özüm çıxartmışam. Özün çıxartmışsan. Bəs yaxşı, o kimin ucbatından bu aparat işə düşüb və bir nəfər ölüb? Onu da Kərim vurubdu. Kərimlə doydu onun üstündə dalaşmışam. Oradakı hamı da bilir onu. Yəni Kərim qoşub. Kərim niyə qoşub? Bilməyib ki, bəyəm adam var orada. Bilmirəm valla. Onu gəlib özü şeydi. Vurub qoşubdu. Sonra özü ilə onun üstündə də dalaşmışam. Zəhmətə girənlə sonra. İndi suallar olacaq sənə vəkillərdən, amma mən bir söz soruşum. Yas mərasiminə gəlmisənmi? Yas mərasiminə üstünə gəlmişəm. İştirak elə. Bir vəkillərin sualı var, Osman müəllim, buyurun. Mən sualdan əvvəl bir neçə şeyə aydınlıq gətirim. Gözlə Orxan xəttə. Əvvəla deyir ki, mən ora girdim, açarı götürdüm Türk'ün zəngi ilə. Cinayət işi materiallarında elə şey yoxdur. Bu birinci dəfədir. Eşidirsiz burada. Bəli. İkinci deyir ki, mən ora səsə gəldim, getdim oraya gəldim. Bax, video görüntüləri dünən təqdim elədik. Bu adam beton qarışdıran yerdən düşür, gedir operator otağına girir. Baxın, bax bu səhnə, baxın. Odur, hə? Odur. Baxın bu səhnə, baxın. Görürsünüz deyə mən orada olmamışım. Tam ekran verək. Bax, bu səhnə, bax, daxil oldu ora, Orxan. Aha, sonra Orxan budur.
Sonra nə olur? Əyilir, Mən deməli, ayağınızı- hə, əyilir bu adam. Operator otağında. Operator otağında bir dənə masadır, bir dənə də kompüterdir. Onun əlində açar gördünüz, indi deyir açar götürdüm getdim. Xeyr, qapı elə açıq idi. Ha, qapı açıq idi, əlində Orxan. də heç bir açar yoxdur. Orxan, Ha, eşitdinmi? Bax sənin kadrlarına baxırıq, açarsın sən o qapını açıb girdin axı içəri. orada hasarsız girdim. İmtası hasar oradan götürdüm. Oradan hasar götürdüm. Bir də təkrar gəlir indi, baxın. Kompüterə bir də ki, oradan müdaxiləyə. Baxın, əlim çatmır. girir, baxın. Mən qapının ağzından oraya Yenə o da müdaxilə hava. edə Baxın, bilmərəm. əyildi, baxın. Satır, əli satır. Baxır orada. Oradan Hani əsas hasarı götürdü? kompütermiş, Əlində heç nə yoxdur. O da iki əli, harada Əlində heç olsa nə açar. yoxdur. Əlində heç nə yoxdur. Yoxdur, əli açıqdır. Orxan, əlin açıqdır sənin oradan. Orxan, sənə bir sualım olacaq. Xəttə gözdə qoşan kimi sən götür. Sən verəcəksən. Yaxşı, sualını ver. Orxan, eşitirsən mənim? Orxan, gör nə deyir Elgün? Orxan, deyirsən ki, Elmir, Elgünlə Elmir. mənim münasibətim yaxşı idi. Ha, yaxşı idi. Aranızda bir narazıçılıq yox idi. Aramızda nə var ola bilərdi? Lap yaxşı. Bəy yaxşı, Elgün hadisədən bir gün qabaq, hamınızın da məlumatı var. Öz telefonunda əmoğlu Rəmziyə səs atıbdı sənin haqqında. Sən neyinirdin ona ki, o deyir, Orxan canlı yığıb boğazıma. Mən az nədir? Onda bu dəli olub, öz başına danışır. Səsini qarşılığı əmoğlusu da atdığı səsi göndərməli. Sən niyə onu göndərmədin? Sən nə vaxt dedin mənə? Sən gəl efirə O görün, nə səs vaxt var. dedin mənə? Bir dəqiqə, o səs var sizdə. Yaxşı, düz deyir. Əslində Orxan düz deyir. Gəlin o səsə qulaq asaq. Orxan, indi bir yerdə səsə qulaq asarıq. Ay sağ ol. Bir qısa ara verək, qaydaq görə səs var mı? Həmin səs, Qısa ara verək. həmin səs məhkəməyə təqdim olunub. Bir qısa ara verək, qaydaq deyəcəyik. Bacısını axtarır. Bacın nə zaman gedib şöyle? 15 il. 15 ildir. Bəli. Adı nədir? Cəmilə. Cəmilə. Rəfiqə kimi də tanınır. Türkiyəyə gedib oradan Almaniyaya mı? Almaniyaya gedib hardasa 2022-ci ildə. Göstərin bayaqşını, ha? 2022-ci ildə bir xəbər gəldi. Bir nəfər onu Almaniyada görüb. Ona 15 ilə yaxında əlaqən yoxdur. yoxdur. Bir daha deyə, adı nə idi? Cəmilə. Cəmilə, amma belə nə deyirdilər? Rəfiqə adından. 15 ildə əlaqən yoxdur. Türkiyədə olmuşdu, amma araşdırdıq. Türkiyədə dedilər yoxdur. Cəhdlərin gördüm, səfirliyə yazmaqlarını gördüm. Geniş dayanmadan addımlar atıb. Sadəcə bizə müraciət edəndə Övladlar da axtarır. övladları da axtarır. Sən Narahatlıq var. Əgər eşidirsə bizi, bir bacısı onu axtarır, doğma bacısından gedir söhbət. Mən bacıma səslənirəm ki, yəni övladları onu gözləyir. Siz də gözləyirsiniz təbii ki. Hər halda mən də gözləyirəm, anası da gözləyir. Onun axtarışına mən çıxmışam. Neçə bacı qardaş idiniz? Biz 5 bacı bir qardaşıq. O böyüdür sizdən yoxsa Məndən böyükdür. böyüdür? Neçə yaş olar indi? 67-ci ildir. 1967-ci ildən. Venasına bakın, gör nə gülər venalar. Nə qədər doğran venalar. Ben de yoldaşım çöldeydi. Çağırdım ki ay Maksud, ay Maksud geldi. Öyle ağası getirdi geldi. Geldi oğlumu da beğendiler. Özüm razı olmuşam, özüm istəmişəm. Sonra təqdim olunacaq, bir daha deyirik. Birazdan Orxan da qoşulacaq. Səs varmı, yoxmu biləcəyik, qulaq asacağıq. Çünki iki məsələ artıq bu canlıda çıxıb. Mən açıq deyirəm, yenə də deyirəm. Bu məsələdə bəlkə də zamanında istəyir həmin şirkət olsun, qurum olsun. Həmçinin bilmirəm də Osman müəllim oldu, üzr istəyirəm. Osman müəllim üst qurumlara müraciət edibmi şirkətlə bağlı yoxsa yox? Bunu da danışarıq. Çünki hər halda bir ölüm işi var. İstəsəydilər, indi ehtiyatsızlıqdan da olsa da bir gəlməli idilər, dəfində iştirak eləməli idilər. Məsələm deyirəm də, deyəsən dəfində də gəlib iştirak. Kim gəlmiş? Şirkət gəlmişdi? Dəfində şirkətin nümayəndələr gəlmişdi. Hələ bizə heç nə məlum deyildi. Başımız yasa qarışmışdı. Həmin müddətdə üçündə, yedisində Orxangil tərəfdə gəlmişdilər. Ha, gəlmişdi. Bir də o səsin məğzi nə idi? İndi deyəcək, tələsməyin deyəcək. Bəhruz buradadır. Bəhruz sizsiz. Bəhruz şimdi Bəhlul. Bir mikrofon verin mənə zəhmət olmasa. Qoy. Sintetik geyinəndə adamı tok vurur. Ona görə cəryan vurur. Olur. Biz Etibar müəllim kimi gedib pambıq geyimlər ala bilmirik. İndi imkanımız çatandan sintetik
Bəhruz, salamlayıram, xoş gəlmisən. Çox maraqlı, əslində vəkillərimizin ikisindən də hətta bu barədə istəyirəm ki, danışaq. Mən özüm dəfələrlə belə çəkilişlərdə olmuşam. Bir də görsən, əsas, məsələn, xanım evi tərk edir, balalarını atır, ata onları böyüdür. Sonra üstündən 2 il, 3 il keçəndən sonra 3 uşaq idi, səndə 2? 2 uşaq anası. Gedir, verir məhkəməyə ki, mən qayıtmaq istəyirəm, həmin evdə yaşamaq hüququ əldə eləmək istəyirəm, yaşamalıyam da. Yəni, biraz abırdan, həyadan xaric bir addım da bu, yəni bunu da deyək. Hətta mən deməli, birini çəkmişdim Bakı kəndlərinin birində, adam evlənmişdi, 2 uşağı da olmuşdu. Sonra birinci arvadı da məhkəməyə iddia qaldırmışdı ki, mən də orada yaşamaq istəyirəm. Gəlmişdilər ora, əməlli qırğın düşdü orada, açıq deyim. Dedilər, bala, bunun arvadı var, 2 otaqda, bu hara gəlir? Yəni, bəzən bu qərarlar çox absurddur da, gəlin açıq deyək, çox absurddur. Bəhruz, niyə atıb getmişdi? Çox belə bizə o tərəflər maraqlı deyil, bilirsiniz, mən xoşlanmıram. Amma neçə yaşı var övladlarının? Mikrofonu istəyirsən yerə at. Bir yaxın tut da, yox, atır bu da. 15 yaşı var birinin. 15 yaşı var. Birinin də 13 yaşı var. 13 yaşı var. Neçə il? O da atasıdır. Neçə ildir getmişdi? 2023-ün may ayının 10-undan gedib də bu adam evi tərk edib. 25 artıq maya çatırıq. 2 ildən çoxdur. Bəli. Və sən də boşandın təbii ki. Bəli. Evladlarını aparmamışdı, yoxsa? Yox, evladlar mənimlə qaldı. Çıxdı, getdi bu adam. Biraz artımla unutmuşsun. İndi məhkəmə də uşaqları mənə verib. İkisi də məndə deyil, qəyyumluğu məndə deyil. Gedəndə artıq kifayət qədər də yaşları var idi. Bəli, bəli. Sətr altı qısa soruşaq, hörmətsizlik edib getmişdi, yoxsa sadəcə səni istəmirdi? Bəli, hörmətsizlik eləmişdi və getmişdi. Yaxşı da elədin, boşandın. İndi üstündən 2 ildən çox bir müddət keçib, verib məhkəməyə ki, mən həmin evdə yaşamaq istəyirəm. Bəli ki. Ev hardadır? Həzza Aslanovda. Həzza Aslanovda. Neçə otaqdır? 2 otaqdır. 2 otaq. Özün ailə qurmusan mı? Xeyr. Tövbə eləmsən. Yəqin ki, bu hadisədən sonra tövbə eləmsən ki, bundan sonra mən qətiyyən evlənmərəm. Övladlar oxuyurmu, təhsil alırmı? Ay Bəhruz, məşğul ola bilirsənmi təhsil? Məktəbdə oxuyurlar, orta məktəbdə. Deməli, hətta aliment də alırsan ondan. Bir alqışlayıram səni, çünki mən həmişə deyirəm, gender bərabərliyi demirik. Gender bərabərliyinə görə bu olmalıdır. Sevə-sevə də mən, hətta bizdə 4 qadından aliment almağımız olub. Kişi həbs olunduğu kimi, Ruslan müəllim, niyə gülürsünüz? Kişi həbs oluna bilər, qadın yox. Mənim sualım var. Buyurun. Sərf eləmədi mənim sualım. Deyin zəhmət olmasa, hal-hazırda o mübahisəsi gedən əmlak nicah dövründə əldə olunubdur. Bəli, bəli. Nicah dövründə əldə olunub, atam alıb da, sonra mənim adıma keçirdib. Birinci əmlak atanızın adına olubdur, sonra bağışlama olubdur. Bəli, amma biz onu sübut eləyə bilmirik də. Mənə də bu icraçılar bir dəqiqə, çağırır, ora gəl, bura gəl. Bağışlamanı sübut eləyə bilmirsiniz. Nəyə sübut eləyə? Bəli, bəli, bağışlama. Bağışlamanı sübut eləməkdən ötürü bir dənə bağışlama müqaviləsi kifayət eləyir. Yoxdur da, o müqaviləni biz tapa bilmirik. O bağışlama müqaviləsi notariat kontorunda gedin, oradan alın. Orada heç bir çətinlik bir şey yox. Tapa bilmirik də, tapa bilmirik. Yox, siz tapa bilməyə bilərsiniz, amma o istənilən müqavilələr hamısı notariat kontorlarında saxlanılır. Notariat ofislərinə yaxınlaşırsınız, harada ki o bağışlama müqaviləsi həyata keçirilibsə, yaxınlaşırsınız o notariat ofisinə, deyirsiniz ki, həmən o filan tarixdə bu əmlakla bağlı bağışlama müqaviləsi olubdur. Xahiş edirəm, onun bir dənə təsdiq olunmuş sürətini bizə verin. Onlar da notarial qaydada təsdiq olunmuş sürətini sizə verirlər. Amma indi məsələ odur ki, 2 otağa bu gəlin niyə gəlmək istəsin? İndi onu müəyyən eləmək istəyirəm. Əmlak nicah dövründə əldə olunub, düzdürmü? Siz rəsmi nicahda olanda ev keçib adınıza. Bəli, bəli. Birinci atanızınki olubdur, sonra da sizə bağışlayır. Bəli, ödənişlərin zadında atam Nicah neçənci ildə olubdur? 2010-cu ildə, avqustun 7-sində. Aydındır. İndi o sizə qarşı əmlak bölgüsü mü tələb edir, yoxsa yaşamaq hüququ istəyir? Məcburi evə köçürülmək istəyir. Məcburi evə köçürülmək istəyir. Yaxşı, bu adam... Qeydiyyatı var o xanımın ora? Xeyr, heç birinin qeydiyyatı yoxdur. Adı nədir? Məsmə. Nə? Məsmə. Məsmə. Ay Osman müəllim, bəzən də olur ki, bu icra olunmur da. Yəni adam ev, 2 uşaq, anası, atası, mikrofonlara. İcrası mümkün olmayan qətnamələrdə o fərqli bir şeydir. Ümumiyyətlə mən bir şey deyim, yəni artıq suallarımın cavab aldım. Mən cavaba uyğun olaraq bir dənə rəy vermək istəyirəm. Birinci növbədə bütün, yəni həm də siz biləsiniz, həm də vətəndaşlarımız bilsin.
izləyicilərimiz. Çünki çox vaxtı bəzi məqamlarda anlaşılmazlıq olur. Birinci, əmlak bölgüsündən. Burada iki məsələ ola bilər. Bir əmlak bölgüsü ola bilər ki, nicah dövründə əldə olunmuş əmlakdır. Burada Ali Məhkəmənin 2025-ci ilin mart ayında qərar oldu. Demək, ər-arvadın əmlakın bölünməsinə dair məhkəmə təcrübəsinə dair. Həmin qərarda Ali Məhkəmə çox gözəl məqamlara toxunur. Birincisi, qanunverici əsasən hər bir əmlak nicah dövründə əldə olunubsa, bu tərəflərin ümumi birgə mülkiyyəti sayılır. Bu prezumpsiyadır. Həmin qərara əsasən bu prezumpsiya sayılır. Yəni bu, əgər zaksa daxil, nicaha daxil olduğun tarixdən boşanan tarixə qədər, yəni nicahın pozulmasına dair şəhadətnamə aldığın tarixə qədər əldə olunmuş istənilən əmlak, burada daşınar əmlak da ola bilər, daşınmaz əmlak da ola bilər. Bunlar bu tərəflərin ümumi birgə mülkiyyəti sayılır. Yəni ki, ərin, arvadın hərəsinin 50% onun üzərində payı var. Bu prezumpsiyadır. Bu prezumpsiya, prezumpsiyalarda hüquq elmində var ki, təqzib oluna bilən prezumpsiyalar var, bir də təqzib oluna bilməyən prezumpsiya. Amma bu təqzib oluna bilən prezumpsiyadır. Yəni ki, bu prezumpsiyanı təqzib eləmək olar ki, yəni bu hal belə deyil, onda artıq əmlak bölgəyə getmir. Bu hansı hallarda olar? Birinci növbədə, əgər tərəf sübut eləyə bilsə ki, əmlak əvəzsiz qaydada keçibsə, bağışlama, hədiyyə hansısa formada pulla alınmayıb, yəni ailənin puluna alınmayıbsa, o əmlak bölgəyə getmir. Yəni prezumpsiya təqzib olunur. Hazırki məsələdə müəyyən olunur ki, bağışlamadan keçibdir. Ona görə köçürülmə əldə edib. O deməkdir ki, bu əvəzsiz əldə olunub. Bu əmlak bölgüsünün predmeti ola bilməz. Yəni bu bölünə bilməz. Bölgəyə gedən əmlakdır. İkinci məsələ, həm də bu hədiyyə şəklində ola bilər. Məsələn, tutaq ki, hansısa bir işlərə görə, hansısa bir şəxsin qulluq mövqeyinə görə, qulluğuna görə, hansısa bir stajına görə, hansısa bir fəaliyyətinə görə dövlət tərəfindən ev hədiyyə olunur. Bu evlər də əmlak bölgüsünə yəni əmlak bölgüsünün predmeti olmur. Yəni bölgəyə getmir. Onda deməli ona görə köçürülmə eləyib də bu adam. Yox, indi gəlirəm ona da gəlirəm da. Üçüncü məqam ondan ibarətdir ki, bu əvvəllər yox idi. Bu plenum qərarına salındı. Hansı hallarda prezumpsiya təqzib olunur? Məsələn, tutaq ki, şəxs özünün əmlakı olur, şəxsi əmlakı olur da, nicahdan qabaq əldə olunur. Bunu satır nicah dövründə, bir aydan sonra, ay yarımdan sonra həmən vəsaitə başqa əmlak alır. Əvvəlki dövrdə bununla bağlı vahid bir mövqe yox idi, amma indi Ali Məhkəmənin mövqeyindən sonra, qərarından sonra artıq həmin əmlak, əgər sübut olunsa ki, bu əmlak şəxsin özünün əmlakı vəsaiti hesabına əldə olunubsa, o da bölgəyə getmir. Aydındır. İndi keçək istifadə yaşamaq hüququndan bağlı. Yaşamaq hüququna... Əlavəni siz Osman müəllim eləsin. Məbləğin yuxarı hissəsi gedir. O da pul tələb formasında gedir. Yəni, şəxs əgər müəyyən olunsa ki, satılan əmlakın əldə olunan əmlakdan aşağı satılıbsa, yeni əldə olunan əmlak bahadırsa, həmin o məbləğ artıq bölgünün predmetidir, yəni pul vəsaiti. İndi keçirik yaşamaq hüququndan bağlı, istifadə hüququndan bağlı. İstifadə hüququndan bağlı Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin bir çox qərarları var. Bununla bağlı qanunvericilik 3 mərhələ müəyyən edir. Birinci mərhələ 2000-ci ilin sentyabrın 1-nə qədər olan nicahlar, 2000-ci ilin sentyabrın 1-dən 2010-cu ilə qədər olan nicahlar və 2010-cu ildən sonraki olan nicahlar. Əgər nicah 2000-ci ilin sentyabrın 1-nə qədər daxil olubsa şəxslər, orada köhnə mənzil məcəlləsinin tənzimləri, orada şəxslərin yaşamaq hüququ yaranır. Sizdə nə zaman idi? 2001? 2010 avqustun 7-si. Burada demək mənzil məcəlləsinin 123-cü maddəsi ilə artıq yaşamaq hüququ yaranır, istifadə hüququ yaranır. Aydındır. İkinci mərhələ. İkinci mərhələ 2000-ci ildən sonra və 2010-cu ilə qədər, yəni yeni mənzil məcəlləsinin qüvvəyə minən tarixə qədər, burada artıq mülki məcəllənin 228-ci maddəsi ilə tətbiq olunur. Yəni yaşamaq hüququnu, istifadə hüququnu yaranması üçün evin yiyəsi notarial qaydada razılıq olmalıdır.
Əgər belə bir razılıq yoxdursa, yaşamaq hüququ yoxdur. 2010-cu ildən sonra olan nikahları artıq yaşamaq hüququ yoxdur. Maraqlı. Maraqlı. Amma indi bir məsələ var. Məsmə oldu, Məsmə xanım. Atası anası var mı onun Bəhruz? Var. Mikrofonu yaxın tut. Bəli, Yaxşı, var. bu necə gəlib yaşayacaq orada? Bir sual verdinizmi? Yəni bu boyda haqqı hesabdan Vallahi elə mənə də qarandıq qalan odur. Nə zamandır icra prosesi? Ücə bir ildir. Yox, artıq bir ildir. Yəni nə zaman köçürtmək istəyirlər? Bax, deyiblərmi? Bax, elə bir gün mən verilişə gəlməmişdən qabaq çağırmışlar məni ora, məhkəməyə çıxarmaq istəyir. Qərar var, qətnamə var. Qətnamə var, bəli. Aliment qətnaməni ver. Üstünüzdə deyil ki... Yox, burada deyil. Eyb yox, qulaq as. Sadəcə mən sizdən kömək istəyirəm ki, mənə... Yox, indi gələcək məsələyə, qulaq as, səbirli ol. Bu adam ora gəlib yaşamaq istəyir. Sən alimenti vaxtında aldın mı ondan? Xeyr, tam vermir. Ayda 100 manat aliment köçürdür. Mən də tələb eləmirəm ki, Səhvi də sən eləmsən də. Bəlkə alimenti dayandır, mən də onu dayandırım demək istəyir. Bir dəqiqə, sual verin. Yox, elə bir şey yoxdur. Qətnamədən apellyasiya şikayəti verdiniz? Bəli, apellyasiya da vermişəm, ali məhkəməyə də vermişəm. Axıra qədər hamısı da eyni qərarı çıxardıb, təsdiqləyib. Amma o icraçılar gələndə o icrada iştirak eləmək istəyirəm mən. Şəxsən görüm o necə gəlib orada iştirak elə biləcək. Biz də icazəmizi alıb gəlib orada iştirak elə bilərik. Osman müəllim, əlavəniz var? Nəsə bu işləm var? Yox, şərh doğru verdi həmkarım. Bəli. İndi bu 2 ildə harda yaşayırdı bəs? Qardaşının evində yaşayır. Dediyinə görə qardaşının evində. İndi qardaş da deyirmi köçürülsün ora? Qardaşı... Mikrofonu ver atana. Qardaşının dili yoxdur müəllim. Dili yoxdur, danış görən necə dili yoxdur? Nə iş görüb, qardaşının yanında görüb. Qardaş, nə bilim, belə düşüncəsiz bir insan. Harda qalır qardaşı? Xırdalanda. Xırdalanda. Bir araşdırma apararıq. Hər halda yenə də deyirəm, bir adam etibar müəllim, indi bu tərəflərini danışaq da, sən 2 il yarım at balaları get, təzən gəlib orada, lap deyək ki, Bəhruz evlidir. Necə yaşayacaqdın orada? Hədə müəllim, bir də 2 otaqlı evdir, mən də uşaqlara görə qalmışam burada şəhərdə. Mən bir söz Gör demək insanların istəyirəm. düşüncəsinə bax, Allah'ın da olsun. Baxın, bax, qadınlar, qızlar, mən xahiş edirəm Azərbaycan xanımlarından, qızlarından. Burada məsələlər budur. Ərə gəlirlər. Dayısı qızı. Başa düşdüm də, nə olsun, nə tafotu var. Düşmən olublar da hər halda. Yox, düşmən oldular, olmadılar. Yəni, o deyir ki, o kişi deyir ki, yəni elə belə boşamamışam da onu, elə deyil. Yəni, mən nəyə demək istəyirəm? Sübutların da var da əlində. Nəzərə çatdırmaq istəyirəm ki, baxın, 2 ildir boşanıb öz səhvindən. Mən o səhvləri bizim xanımlara aid eləmək istəmirəm. Biz Azərbaycanda yaşayırıq. Mən xahiş eləyirəm hamısından, xanımlardan. Yəni, belə şeylərə yol verməyin, ayıbdır. O dünyada cavab verir. Bəylərə... Yəni deyir ki, evlənməyi, balalarını birinci düşünürlər. atasının, anasının, qardaşının, qohum qardaşının o tərəfini saxlamalıdır ki, o işlərə yol verməsin. Bax, əri gedib bu, indi o atanın oğludur, o da başqa bir atanın oğludur, düzdür? Ögey bir adamdılar. Bəs orada olan evlatlar, sabah qapını döyəndə bir adamın... Qız da oğlandı. İkisi də oğlandı. Bunlar qapı döyəcək. İndi qapı gedib döyəndə deyəcəklər, anası hardadır bunun? Kimdir anası? Amma bir xəbər deyəcəm bunlardan. Və axtarışlarımızın da 2 nəticəsi var. Bir dinəndə qısa aradan sonra, reklamlardan sonra. Reklamlardan sonra görüşərik. Bəli. Bacımı axtarıram, Cəmilə İbrahimova. Cəmilə İbrahimova. Rəfiqə adından da tanınır. 1967-ci ildir, Türkiyədə olubdur. Almaniyada da deyirlər ki, deyilənə görə görünübdür. Sonuncu dəfə orada görünüb. O orada Almaniyada necə görünüb? Yəni nə işlə məşğul imiş ki, bunu görüb, yoxsa? Təsadüfən deyib Azərbaycanlısan, o da deyib ki, hardansan, Akstafadan. Deyib, belə bir adam desəm, tanıya bilərsənmi? O da deyib, hə, tanıyıram. Nə deyərdin? Hər halda eşidirsə, inşallah işlər. Bacına nə deyərdin? Buradan bacıma səslənirəm ki, bacı, əgər məni eşidirsənsə, məni duyursansa, məni eşidənlər varsa, səsimə səs versin. Gəlsin, əlaqə yaratsın.
Neçə bacı qardaş olmuşsunuz? 5 bacı bir qardaş. Biz də məlumatı olanlardan xahiş edirik, bizə məlumat versinlər. Tez-tez təqdim olunacaq efirdə Cəmilədir adı, amma el arasında Rəfiqə kimi də tanıyırlar. Ola bilər pasportunda, sənədlərində Rəfiqə yazılsın. Hər bir insan səhv edə bilər, amma yenidən doğulmaq üçün bir addım atmaq kifayətdir. Bu addım sizi sağlam addım reabilitasiya mərkəzinə aparır. Burada həyatını asıllıqlardan xilas etmiş yüzlərlə insan yenidən həyata qayıdır. Mərkəzdə narkomaniya, alkol, qumar və digər psixoloji asıllıqların tam müalicəsi aparılır. Burada çalışan təcrübəli həkim narkoloqlar, psixoloqlar və sosial adaptasiya üzrə mütəxəssislər hər bir pasiyent üçün fərdi müalicə və reabilitasiya proqramı hazırlayır. Ən önəmlisi, sağlam addımda heç bir halda narkotərkibli dərmanlar və ya asıllıq yaradan vasitələrdən istifadə olunmur. Müalicə prosesində yalnız təhlükəsiz elmi əsaslı və psixoloji dəstək yönümlü metodlar tətbiq edilir. Məqsəd sadəcə asıllığı dayandırmaq deyil, insanı yenidən həyata qaytarmaq, güclü iradə və sağlam düşüncə formalaşdırmaqdır. Bu sadəcə bir reabilitasiya mərkəzi deyil, bu ümid, inam və yenidən doğuş məkanıdır. Əgər siz və yaxınlarınız asılılıqla mübarizə aparırsınızsa, bugün ilk sağlam addımınızı atın. Xüsusi olaraq qeyd edək ki, mərkəzin rəhbərləri zamanında bu asıllığın qurbanı olub. Sağlam addım, həyatınızı dəyişmək heç vaxt gec deyil. Əlaqə telefonu 055 227 55 51. ...070 653 48 69 055 753 48 69 Qaynaq xəttimiz aktivdir. Sabah bu arada xoş gəldin var. Gəlin bir onun anonsuna bir yerdə baxağın dostlar, zəhmət olmasa təqdim edək anonsu. Bu qədimlilik var burada. Bu iyi var, bu qoxu var, bu canımsan. Canımsan. Hər gün baxıram, hər gün. Allah kimi. Mənim ən xoş günüm oldu bu. Hasar mədəniyyəti də bu kənddə görünür. Kənd yaxşıdır, hər şey kənddədir. Bax, töyləni Absor, mənim atam orada inəyi var, balası var. Alın mənim, xoş gördük. Xoş gördük, necəsin? Xoş gördük. Can, aman nə yox. İzləyirik, ardıcıl. Heç bir sizin o verilişləri buraxmırıq. Bir budur bu kənddə qalan bunu. Bir də deyə bax o qalıb. Sonuncu dəfə nə zaman burada oğlanları, övladları qalıb, qızı qalıb? Bəli, o evə. Şəxsən o evi də mənim atam tikib. Ailəlisiniz yəqin. Xeyr. Elə yaxşı eləyirsən qulaq. Elə ürəklə xeyir dedim ki, necəsiz? Nə var, nə yox? Bizim kəndə. Can. Televizorda görürəm səni. Allah canınızı Yaxşı uşaqsan. Suyu kəsilir, gec-gec. Onlar bulaq axtarır ki, bulaq başına geçsinlər. Ağa bala, gəl hərdən bir yaxşı söhbətlərdən eləyək. Nə var, nə yox, nə tərbiyyəcək. Siz də bu kənddə yaşayırsınız. Hə. Mən sənə 50 yaş vermərəm. Üzə deyirəm ki, çox da ağır işə verməyib özün. Deyinmir ki, gündə-gündə bu taxtalarla oynayırsan orada. Əsəbləşmir sənə? Yox. Sən Allah hissənəndə baxma, qırğını sala. Tarı olduğuna görə aşıq deyirlər, hə? Anlatmayın bu cəmaatı. Oğluma oxşayır. Can. Nə var, nə yox, necəsiz? Yox, çox sağ olun. Mənim oğlum var, yox. Deyə həmişə görəndə deyirəm ki, bu harasa getsə Amil Xəlilə baxacaq. Canım. Yoldaşımdır. Ömürcün yoldaşı. Deməyib indiyə kimi biz də gedək buradan. Yox, o başa çıxmıraq. Elə bilir hamısı bizim kimi yaşayır. Kendindən Bir qram ötürmürəm ha. Allah Saat birin yarısı bilə qalmış. Allah Amil Xəlilin verilişinə baxıram. Allah canınızı sağ eləsin. Sabah birinci hissəsi təqdim olunacaq. Mütləq izləyin. Və bu arada Ağsuda da olacağım bu həftə sonu. Ağsudan da zənglər qəbul edirik. Çox maraqlı. Bax, bu kənd insan izdihamı olub bu kənddə. Təsəvvür edin, Osman müəllim, nə qədər insan yaşayıb bu kənddə, nə qədər. Çox təəssüf ki, kəndlərimiz bütün dünyada olduğu kimi bizdə də var, boşalır. Çox təəssüf. Siz hansı bölgədən idiniz? Hansı arasından? Füzuli.
Füzuli, Allah şükür siz qayıdırsınız. Sizlər Yox, hələ qayıdırsınız. qoymurlar qayıda. Hələ yavaş-yavaş da təbii ki, növbə gəlib çatanda. Amma Osman məni çox istəyir. Dünən də dedi ki, mən çox istəyirəm ki, öz vətənimizə qayıdaq. Tikilir, maşallah. Füzuli, Laçın, Şuşa möhtəşəm. Tikilir. Sizlər də təbii ki, qeydiyyatdan keçin. Bu arada mən bir deməli fikir verirəm orada kənd yerlərində. Olsa valla mən də istəyərəm tamaşaçılardan. Bilirsiniz də su süzülən bir qablar var idi orada. Ona nə deyirdik bilmirəm. Daş su da deyirdilər. Amma ona kimdəsə varsa, zirzəmisinə atıbsa, onu mən istəyərəm götürüm. Nənəmgildə də var idi bundan. Yəni, yox, mən təzəsini istəmirəm də. Problem odur ki, mən köhnəsini istəyirəm. Olsa mən onu gətirərəm bura, təqdim də eləyərəm. Olan olsa, kimsə istifadə eləməsə versin mənə. Bax, açıq deyirəm, köhnəsindən istəyirəm, amma köhnəsindən o su necə süzülürdü. Birini almışdıq biz bir dəfə, su süzülmədi. Su bizə baxdı, biz suya. Süzülmədi ki, süzülmədi. Amma mən istəyərəm olsa, Ağsuda olacaq, çox maraqlı. Ağsudan da zəngləri qəbul edirik. Bax, sabah inşallah Ağsu zonasında olacaq. Əlavəniz var bu barədə? Gələcəm indi, o məsələyə gələcəm. Bir axtarışlarımızda deyək, qısa və keçidalıq, yenə də deyirəm, 2 uşağı atıb gedib və indi də gəlir yaşamağa. İndidən cəmaat yazır. Hamı da yazır ki, o icra prosesində də iştirak edin. Mən Ədliyyə Nazirliyinə yazıb iştirak edə bilərəm. Yəni, adamda da bir düzdür, dayısı qızıdır. Söhbət ondan getmir, amma sən necə qayıda bilərsən o evə? Qanun qanundur, bilirik. Müraciət forması, nə bilim, bəlkə alimenti dayandırmaq istəyir. Hər halda onun da öyrənci. Yaşayır, yoxsa yox? Yaşayır. İndi gələcəm o söhbətə. Kim axtarırsınız siz? Bir saniyə dostlar izləyək. Salam, hər vaxtınız xeyir. Hörmətli Amil bəy, mən Abdurrahmanov Səxavət Vaqifoğlu, ata bir ana ayrı qardaşım olan Abdurrahmanov Namiq Vaqifoğlunu axtarmamla bağlı sizə müraciət edirəm. Və sizdən çox xahiş edirəm ki, qardaşımın axtarılıb tapılmağıyla bağlı mənə yaxından kömək. Nə deyirlər, harada olub deyirlər, harada görünüb? Belə ki, təxmini 1975-ci il təvəllüdlüdür qardaşım. Anası erməni əsilli qadın olub. Bəli. Təxminən 1990-cı illərə qədər və yaxud 1995-ci illərə qədər Bakıda keçmiş Montin qəsəbəsi ərazisində yaşayıblar. Daha sonra orayı tərk edib Rusiyada məskunlaşıblar. Rusiyada yaşayıblar uzun müddət. Rusiyada yaşadıkları müddət ərzində əlaqəmiz olub, telefon zəng əlaqəmiz olub. Daha sonra bizə bildirmişdilər ki, oranı da tərk edib Amerikada yaşamaqları barədə bizə bildirmişdilər. Sonradan bizim əlaqəmiz kəsildi. Etibar müəllim deyir, dayı zəng eləməz. İndi çıxaram. İndi axtarırsan inşallah. Telefonlarımız da dəyişib bizim. İnşallah axtarır. Məlumatı olanlardan çox xahiş edir, bizə məlumat versinlər. Bir əsgər yoldaşında axtaran var, ona da bir keçid alaq, zəhmət olmasa. Kimi axtarırdıq, sakit olaq. Bütün hər ekspertləri salamlayıram sizdə Amil müəllim. Çox sağ olun ki, mənə söz verdiniz. Mən əskəri yoldaşım Fərəcov Rövşən Zakiroğlu'nu axtarıram. O başını sənin çiyninə qoyan oğlan da. Bəli, o başını, mən yox, mən sol tərəf, bizdən sol tərəfdəyəm. Ay, sağ ol. O başını qoyduğu çoğu şeydir, Rus millətidir. 91-ci də o gəlibdir, 90-cı da mən gəlmişəm. Sizdən xahiş edirəm ki, onu axtarım. Ad soyadın bir daha deyək. Fərəcov Rövşən Zakiroğlu, Bərdə şəhərindəndir. Harada qulluq eləmişsiniz? Moskva şəhəri, Moskovska oblast, Gorod Klin, 10. Neçənci illərdə dedik? 89? 89-91-ci illərdə. Bəli. Və düşünürsünüz, neçə ildir? O gündən bəri əlaqə yoxdur. 36 ildir. Əlaqə yoxdur. Yoxdur, yox. İnşallah xəbər olsa, bizim qaynaq xəttimizə zəng eləsinlər, zəhmət olmasa, illər sonra bəzən pozitiv xəbər verir, bəzən negativ. Dünən də birinin ölüm xəbərini verdim, kişi telefonda ağladı, inanın Allaha. Bağlılıqlar olub, Axtarıb Bərdədəndir və məlumatımız olacaq sizə qaydacaq. Və burada qızı ilə gəlmişdi. Adı nə idi sizin? Adınız nədir? Zahid, mikrofonu saxla, otur. Zahid dəhşətli içki düşünür. Yəni, adam deyir ki, səhər, günorta, axşam yeriniz məlum. Yəni, mən... Varlığa nə darlıq? Amma peşmandır da. Peşmandır ki, indi bu vəziyyətə gəlib çatıb. Hər halda bəzən asıllıq insanı bu yerə gətirib çatdırıb. Özü də sürücüdür. Dünən deyirəm, ayaq sürücü işləyirdin, yoxsa nə işləyirdin ki, sən necə çatdırmısan bunları? Yaş neçə idi ağsaqqal? 60. Yaxın tut 60. 60. Dünən 61 idi elə bil. Yox, 60. Dünən səhv demişik. Bir günə bir yaş cavanlaşdı. Və sağ olsun, qardaşımızın adı nədir?
Cavid mikrofonu götür. Cavid qardaşımız sənə dəstək üçün buraya gəlib. Və start 10. Start 12. 12 daha doğrusu. 12 ay. Yəni belə nəzərdə tutmusunuz. 12 addım. 12 addım. Nə gözəl. Sizin də mərkəzə təşəkkür edirəm. Ümumiyyətlə gəlin bütün reabilitasiya mərkəzlərini alqışlayaq. O cümlədən Cavid qardaşımızın əlaqə nömrəsini verəcək, ekranda görəcəksiniz. Cavid, belə insanlarla işləyirsiniz. Bəli, deməli belə insanlar, mən bir məsələni qeyd etmək istəyirəm ki, belə insanlar yəni heç zaman inanmayıb ki, bu alkoqolik olacaq. Aha. Bu heç zaman inanmayıb. Doğrusunuz. Necə ki elə inanmayıb, amma gəlib bugün bu nəticəyə gəlib ki, artıq mən sağalmalıyam da, geri dönüş eləməliyim. İnanmadığı halda alkoqolik olubsa, proqramda da, yəni reabilitasiya mərkəzinə girəndə elə bilirlər ki, bir günə sağalacaq, çıxacaq. Yox, mən gəldim, gördüm buraya. Yox, deyilənlərə əməl eləməlidir. Eləyəcək, Allah qorusun. Deyilənlərə əməl eləməlidir. Sağ olsun. Bax, belə qızları alqışlayaq. Qızı gətirib onu bura. Kim alıb? Qızı da paltar alıb. Mən sənə böyük hörmətim oldu. Həqiqətən də ki, atasını götürüb gəlib bura studiyamıza. Çox təşəkkür edirəm. Biz də əlimizdən gələni eləyəcəyik ki, yəni biz ondan ötürü xidmətdəyik ki, bütün asılıqdan əziyyət çəkən qardaşlarımız... Yox, Lənkəranlıyım mən. Bəs niyə sən bu Şirvan ləhcəsində danışırsın? Həm Qarabağ, Şirvan, mən 14 yaşından Bakıdayım. Mən də elə bildim. İnşallah neçə ay saxlayacaqsın? 6 ay deməli, 6 ay qalacaq bizlə. Yəni belə gəlməsin. 6 ay deyəndə biliyorsan ki, şey deyirlər də, tərəddüd içində olur ki, necə 6 ay? Bəs necə gəldi? İllərlə gəldi olduqda alkoqolik. Düzdür dostum? 6 ayda xahiş ediləm əziyyət çək, sağalmağınla məşğul ol. İnşallah 6 aydan sonra da yəqin ki, dəvət edəsiniz. Yox, elə mən sizi gələn həftə yenə dəvət edəcəm ki, bir gedişata baxaq, yaxşımı? Bəli. Cavit bəyin əlaqə nömrəsini deyirik. Deyin özünüzdən nömrənizi. 051 404 33 96 050 203 7300. Ekranda da göstərilir, biz vermişik nömrəni. Demək, bir də onu demək istəyirəm ki, yəni biz bacımızın nömrəsini qeyd edəcəyik qrupa, valideyn qrupları olur bizdə. Gedən proseslərdən... Göz zaman necə dəyişib, valideyn qrupunda artıq uşaqlar yazılır. Bəli, uşaqlar yazılır və Atuzun gedən proseslərdən, onun günbəgün nə işlə məşğul olur, nə yiyir, nə içir, nə yazır, nədən söhbət gedir, qrupları, sonra bizdə konsultantlar, qrup rəhbərləri, spikersk edirlər, yəni qıraqdan gəlirlər, bəli, söhbət edirlər ki, yəni sağalma necə olur, proqram heç bir şey vəd vermir, yalnız deyir ki, 100% bir vədimiz var, deyilənlərə əməl edəcək. Bravo. Alqışlayırıq, birazdan yenə də danışacaq. İnşallah sağalacaq, inşallah deyəcəm o bir istədə. Əyləş, nəyə durursan? Sizin adınız nədir? Mais'i də bir dinləyək, keçəcəm 2 kriminal hadisəmiz var. Keçidə alacam dostlar. Mais, xoş gördük. Mais'e amma şər atırlar deyəsən, ha? Mais'e şər atırlar ki, narkomandır. Yox, qardaşın yoxsa? Eşitmir Mais. Mais, eşitirsən mi məni? Eşidirəm, elə bir şey yoxdur. Səni onda qarışdırdım. Kimdən qarışdırmışsınız bunu? Bildim, qardaşınla da problemin. Yox, mən çöldə qalıram, mən neçə vaxtdır. Deyin, çöldə qalır, bir yerləşdirək də onda. Onda Mais getməsin, bir götürək. Yox, mən komandadan... Yox, sizi səhv sal, deyir, o adam gəlməyib. O düzgün ifadə verir. Deyəsən, vəziyyətin yaşlıdır. Bir dəfə deyib, aydın, mikrofon orada var. Biz davam eləyək. İndi məsmə ilə bağlı, sakit olaq. Məsmə ilə bağlı artıq məlumatlar gəlir bizə. Mən bir daha tamaşaçılardan üzr istəyirəm ki, nəyə görə? Biz çox sətraltı bəzi məsələləri qeyd eləmirik. Mənə reklam arası sizlər də dedilər də, gəlin necə qaçıb evdən, hansı formada qaçıb və əllərində də kifayət qədər sübut. İndi zəngin olubmu onunla bu məhkəmədən sonra ki, mən gəlib yaşayacam deyə? Mikrofona zəhmət olmasa bəli. Belə WhatsApp-da danışmışıq, yəni belə zənglə yox. WhatsApp-da danışmışsınız, zənglə yox. Bu iki otaqda necə yaşaydı o adam? Mən başa düşmürəm. Bilmirəm valla, onu icra... Yox, sən deyirsən ona ki, iki otaqdır. Necə yaşayacaq burada? Nə deyir sənə? Mənə də o maraqlıdır da. Yox, demir heç nə. Maraqlı başa düşmürəm. Bəlkə barışmaq ümidi ilə gəlmək istəyir. Barışmaq qeyri-mümkündür. Yox, deyirsiniz, sonra axırda dediyiniz sözü əvvəldən deməyin heç vaxtı. Ola bilməz, bəlkə oldu.
Ola bilmir, həyatdır da. Bəlkə birdən oğlum barışdı, nə edəcəksən barışdı? Barışıqdan söhbət gedir. Mikrofona de, eşitək, mikrofona de, eşitək. Onda mən yaşamıram dünyada. Estağfurullah. Mən o demişəm. Yox, elə sənədlər var əllərində, elə sübutlar var. Yaxşı, bunun atası, anası nə dedi bu görüntülərə, bu məlumatlara? Mikrofona danış, eşitdim də səni. Aha. Öz əlləri ilə gəlib çıxardıblar qapıdan onu. Ki, yanında kimisə gətirib evə salıb. Müəllim, onu bağışlamaq olmaz. O kino var. Hətta biri yazmışdı ki, qızıl zinət əşyalarını da aparıb deyəsən gəlin. Mən orada icra məmuruna da dedim. Dedim, əgər o insan o qapıya gəlsə... Nəsə evdən aparıb mı qızıl zinət əşyaları? Bəli, nə var yığıb aparıb. Haram xoşu olsun. Ev yoxdur, gedib. Amma o qapıya... Övladları necə? İstəyirmi analarını? Xeyr, müəllim. Bax, indi təsəvvür eləyək də, hörmətli vəkillərimiz, hörmətli qonaqlarımız. Lap deyək ki, bu icra baş tutdu. Övladlar səni danışdırmır. Ərin sənə evin içində münasibəti bəlli olacaq. Bəlkə də şərləməyə gəlirsən, keçmiş əlin, bəlkə də şərləməyə gəlirsən, ana atan da sizlə qalır. Bəli. Bunlar da buradan, sən necə yaşaya bilərsən orada? Bunun üçün bilirsən nə olmaq lazımdır? Kimsə öyrədib onu ki, nəsə oradan qopartmaq üçün. Ancaq ya da belə pul ola istəyir bəlkə də sizdən. Müəllim. Kompensasiya düşə bilər mi? Bilirsiniz necədir? Orada üzr istəyirəm. Çox vaxt ailə valideynlər birlikdə yaşayırlarsa, orada valideynin aliment ödəmək öhdəliyi demək olar ki, məhkəmə çox vaxtı ona ayrı yaşam dövrə müəyyən edir. İndi burada mən fasilədə öz əlaqə nömrələrimi saxladım. Çox maraqlı gəldi mənə. Çünki belə müəyyən edirəm ki, biz hörmətli kolleqamla da məsləhətləşdik, həmkarımla. Biz belə qərara gəldik ki, əgər apellyasiya ali məhkəmədə qüvvədə saxlayıbsa, orada elə detallar var ki, ya vətəndaşlar bilmirlər, ya da ki, tam olaraq bizə... Qəbul eləyərsiniz də onda olar. Əlaqə nömrəmi saxladım. Ruslan müəllimə yaxınlaşırsınız, yaxşımı? Vəkillər kollegiyası üzvüdür. Biz Anar Bağırov cənablarını da salamlayırıq buradan. Çox hörmət edir bizim proqramımıza. Şahmar müəllimi salamlayırıq. Valla çox belə bir dəfə bizim adımımızı geri çevirməyib. Bizim rəhbərlərimizi Allah onlara can sağ. Valla Allah can sağ. Elvin Səlimov da deyəsən artıq orada bir şurada rəhbərdir yoxsa yox? Yox, səhv sala bilərəm. Elvin də dostumuzdur bu arada. Elvin Səlimov deyirsiniz də yəqin ki. Elvin Səlimov Vəkillər Kollegiyasının üzvüdür. Həm də ki, İntizam Komissiyasının üzvüdür. Gözümüzün qabağında böyüyüb. Bəli. Laf yaxşı, gözünün qabağında böyüyübsə yaxşı olar. Mən o qardaşıma 60 yaşı var. Yaxşı oğlandı. Qızı gətirib gəlib ki, sağalsın. Kişidə iradə lazımdır. Yəni, əgər qızın səni bu yola çəkirsə, bir dəfəlik atmalısan onu. Qardaşımız da çox sağ olsun. Buyurun, qoşulun. 6 ay səni orada sağaldıcı. Çıxandan sonra mən niyə görə bunu deyirəm? Elə adamlar var, çıxır sonra yenə başlayır. Ancaq o sualı verəkdə Cavid bəyə. Yox, ona demək istəyirəm ki, yəni eləmə onu. O eşitmir bu dəqiqə, eşitmir. İşləyir. İşləyir. Hə, o bu dəqiqə eşidirsən yoxsa yox? Yox, eşitmir. Yəni beynə Görsən nə deyir qardaşımız deyir ki, eşitmirsən. O mənada demir. Yox, mən o mənada demirəm. Yanındadır da fikri. Yox, o mənada demirəm. Burada iradədir, ağıldır, bədəndir, şuurdur. Heç biri rol oynamır. Bu asılılıqda ki, ay iradəlisən, döz, ay bizim nəslimiz var, ay sən bizim adımızı batırdın. Belə bir şey yoxdur. Bu aslılıq, yəni Ümumdünya Səhiyyə Təşkilatı birbaşa 12 addım proqramın tibb bu qədər inkişaf etdiyi halda maalesef tibb kömək eləyə bilmir və bunu yalnız 12 addım proqramı ilə ayıq və təmiz yaşamaq olur. Aydındır, aydındır. Verək siz gəlmişdiniz də deyəsin şərlənməklə bağlı. Niyə səsin çıxmır bəs? Çünki bu kişiyə də bir addımla bağlı, daha doğrusu hərəkətlə bağlı bir şər var. Adınız nədir? Elşən. Elşən bəy dinləyə zəhmət olmasa. Elşən bəy, hardan gəlmişsiniz? Mən Böyükşehirdən gəlmişəm, Nərm Əzbəyovdan. Koroğludan. Koroğludan gəlmişəm. Mən fikrimi çatdıra biləcəm, bilməyəcəm. Yox, bildim, mən sizə kömək edim də. Demişsiniz ki... etmişəm. Yəni 44 gün müharibədə iştirak eləmişəm. İndi mənim bir qohumum mənim yanımda bir dələcüzlük eləyib, onu tıp aparıblar. Tıp aparıblar, sonra deyirlər, mən narkomanam. Yox, bildim, sənə də deyirlər. Mən narkomanam. Kənarda da deyirlər, cəmiyyətdə də deyirlər. Niyə durduq yerdə sən mehman oldu? Yox, mən eləmişəm. Vaxtında eləmişsən? Eləmişəm. Yəni 6 il eləmişəm, ancaq ki, mən özümdə qutarmışam. Mən 4 dənə uşağım var, onu çıxmışam bura ki,
İki qızım var. Sabah mənim Cəmaata qapımı deyirsən döyəcək. ki, ay cəmaat, mənim Ay belə bir cəmaat, şey burada var. Nə oturmuşam, gözəl indi addır zəng bu. Al eləyin, işte, danışaq. layiqdir, halaldır. Əgər dediyin kimidirsə. Ha, mən buradayım, Yəni analiz danışaq. verdin miyim sənə? Verdirək. Hətta o dərəcə Görürsən iradəli kişidir. 6 il kakos eləmişəm. Günə bir 1 qram. ayağın, əlin dayanmır bir yerdə, onu da həll eləyərik. 6 il mən günə 1 qram kakos yemişəm. Ancaq mən bir dəfəni tatmışam. Eləmirəm. Davranış pozuntuları var mı qardaşlar? Bir söz, bir də ölsən biri azan eşitdim, atdım, yəni uşaqların böyüdü atdım. Bəli, sən onu ata bilirsən, amma bütün istifadədən başqa bütün davranış pozuntuları yəni aktiv halda qalır. Yəni bunu da atmağın yolu yalnız 12 addım proqramıdır. Yəni bizim mərkəzimiz Start 12 reabilitasiya mərkəzi, sonra Anar müəllimin mərkəzi Sağlam Addım reabilitasiya mərkəzi. Mərkəzlərdə nəyə deyilir? Sən hər bir şey ata bilərsən. Əgər sən həyatında davranışları eyni istifadə zamanı etdiyin davranışlar edəcəksənsə, maalesef burada səndə sağalma getməyib. Aydındır. Qayıdacam, gələcəm sənə. Bu arada ver Bəhruz'a, Bəhlullah zəhmət olmasa. Bəhlul hansız idi? Siz Bəhruzsuz. Bəhruz, ha? Yox, başa düşmürəm. Bildim də məlumat, bəli. Bildim də. Bəhruz, əslində indi bizə məlumat gəldi və adam səninlə üzləşmək istəyir. Kim? Keçmiş həyat yoldaşın. Üzləşmək istəyirsənmi? Burada verir. Bəli. Niyə? Mikrofona. Amma gəlmirsən bura, hər halda düzsənsə, niyə üzləşmədən qaçırsan? Yaxın tut. Məncə sabah bir görüşək bunu. Yox, ən azından onun da deyəcəkləri var. Mən indi mövzunu əl-ələ saxlayacağım, amma sabah burada ol. Yəni bu çıx sonuna kimi mübarizə nə yapar? Birinci günü daha doğrusu, birinci günü. Olsun. Yaxşı mı? Məncə yer addım atma. Məni təəccübləndirdin sən bu cavabla, amma ay xanım qoyun sözümü deyim də, xahiş edirəm. İstəmir üzləşmək. Gəl haqqını burada. Haqqını demək lazımdır. Haqqını demək lazımdır. Sənin belə çıxması, bütün əməyin yerə vurulubsa, sənin belə deyək, ailən alt üst olubsa... İşdən gücdən olmuşam. 2 dəqiqədən biri ora çağırır, biri bura çağırır. Elə ona görə deyirəm. Bəlkə onlarla biz ortaq məxrəcə gələcəyik, hətta deyərəm dəyişdirik eləyərik, Etibar müəllimlə gələr birinci gün, dəyişərəm yerin. Ki, bir ortaq məxrəcə gələrik burada. Yaxşı mı? Yaxşı. Yaxşı mı? Davam eləyək. Mikrofon var sizdə. Verim mikrofonu. Bir daha deyirik. Gəlmək lazımdır mütləq qaydada. İcra məmurları. Danışacağıq. O proses baş tutmayacaq onsuz da. 37 yaşlı oğlan, subay oğlan. Və bunu Orxan qoşulsun yenidən. Səslərə burada qulaq asacağım mən. Danışıqlardan bir açıqlama verək. Bəli, buyurun. Sakin olun da çox xahiş edirəm. Açıqlama verək. Mən əvvəla bu Qarabağa qayıdışla bağlı Qarabağlılar hamısı qayıtmaq istəyir və mən özüm şəxsən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrinin qəbulunda olmuşam. Qayıtmaq üçün. Ərizə vermişəm. Aprel ayının 4-dən hələ bu günə qədər araşdırma gedir. Çox xahiş edirəm. Vəkilimizin məsələsini həll eləsinlər inşallah. Və o da gələn həftə gəlsin ki, məsələ məhəlli oldu. Hamı qayıtmaq istəyir. Orxanla bağlı məsələdə Amil bəy, fikir verdinsə Orxan deyir ki, mən orada olmamışam, amma video yazıdan göründü ki, hadisə baş verməmişdən 3 dəqiqə əvvəl Orxan beton qarışdırıcının yanında olub düşür aşağı. 3 dəqiqədir, təxminən 2 dəqiqə neçə saniyə. Yəni burada həqiqəti demir. Mənim Orxana verəcəyi suallarım var, amma davam edim. Bəli, davam edin siz. Amma Orxan haqqında məsələ artıq Şirvan Apellyasiya Məhkəməsində qaldırılıb, vəsadət verilib. Laçın rayon məhkəməsindən fərqli olaraq Şirvan Apellyasiya Məhkəməsi Orxanın məhkəməyə yenidən dəvət edilib dindirilməsini vəsadəti təmin edib. Mənim orada suallarım var. Laçın rayon məhkəməsində bizim çoxsaylı vəsadətlərimiz təmin olunmadı. Orxanla bağlı 4 vəsadət verilib. Təmin edilmədi, Orxanın dəvət olunub dindirilməsi ilə. Və qəribə nədən ibarətdir? Yoldaşlardan biri kimsə məsələyə toxundu şirkətlə bağlı. Qəribə ondan ibarətdir ki, prosessual qanunvericiliyin tələbinə görə tərəflər var. Müdafiə tərəfi var, ittiham tərəfi var, zərər çəkən var. Zərər çəkənlə prokurorluq ittiham tərəfidir əsasən. Təqsirləndirilən şəxs qarşı tərəfdir. Orxan, xəttəsənmi? Üzr istəyirəm. Orxan. Alo. Orxan, xəttə ol, qulaq as, vəkil danışır, sənə suallarımız olacaq. Bu məhkəmə prosesi. Necə?
Mən də onlara deyəcək sözlərim var. Səbirli ol, xəttə ol, mikrofondan çıxar, xəttə ol, qoy vəkilliyə yekunlaşsın. Məhkəmə prosesində Laçın rayon məhkəməsində məhkəmə istintaqı davam edərkən ittiham tərəfi olan prokuror bizim mövqeyimizdə durmaqdan daha çox əks tərəfin mövqeyində dururdu. Yəni bizim ona dəfələrlə iradımız oldu, etiraz verdik. Burada baş prokurorluqda ittiham idarəsində qəbulda olduğu 3 dəfə ki, belə olmur axı məsələ. Baş prokurorluqda məruz elədik ki, bizim verdiyimiz vəsadət bundan ibarətdir. Prokuror bunu müdafiə etməkdənsə əksin deyir. Deyir olmaz. Yanımızda göstəriş verdilər, zəng elədilər ki, axı bu ədalətli mövqeydir. Həqiqəti üzə çıxarmaq üçün o ortaya qoyulan məsələdir. Niyə müdafiə eləmirsən? O dedi ki, gələn dəfə müdafiə eləyəcəm. Növbəti məhkəmə prosesində prokuror durdu, çıxış elədi ki, mən belə vəsadəti müdafiə eləməyi biraz tərəddüd eləyirəm. Yəni vəsadətin birini deyim də nədən ibarətdir? Nədən ibarətdir? Ekspertin dəvət edilməsi. Mütəxəssisin dəvət edilməsi. Edilməyib bunlar. Heç birini etmədilər. Orada hadisə yerinə baxış protokolu var. Hadisədən 1 saat 15 dəqiqə sonra müstəntiq hadisə yerində olub, baxış keçirir ora. Protokolda göstərilir ki, o stop düyməsi ki deyilir, o düyməyə gedən naqil çıxarılıb. Və biz o məsələni qaldırdıq ki, bunun üçün mütəxəssis də gəlməlidir. Ekspert qarşısında bu sualı qoymamışsınız. Deyir ki, mən ümumi sual. Müstəntiq sonra dəvət olunanda, dəvət olundu orada dindirildi. Dedi, mən bu sualı ümumi qoymuşam. Ekspertiza təyin etmə barədə qərarı müstəntiqin qarşısına qoydum. Dedim, burada göstərin o sualı harada qoymuşsunuz siz. Tapa bilmədi. Yoxdur elə bir sual. Yoxdur. Və prokuror durur onu müdafiə eləyir. Mən də dedim ki, hörmətli prokuror, siz ittiham tərəfsiz. Bu obyektiv araşdırma getsin burada. İnsan ölümü ilə nəticələnən... Halbuki baş prokurorluğumuzdan göstəriş gedib ora. Hansı prokurorluqdan gedirdi söhbət sizdə? Laçın. Şəxsən baş prokurorun göstərişi olub ki, o məsələ araşdırılsın. Laçın prokurorluğuna göstəriş. Laçın prokurorluğuna, Laçın rayon məhkəməsində o məsələ müzakirə olunub. Yəni, heç kim bunların dediyi kimi deyil. Aydındır. Orxan, eşitirsən mən mənə? Yox, bir şey də deyim, hörmətli Amil bəy. Bu şirkət ilə bağlı, şirkətin nümayəndəsi bütün məhkəmə proseslərində gəlirdi, arxada otururdu, gedirdi. Mən də ona sonda dedim ki, sizin marağınız nədir burada? Operator məhkəmə məsuliyyətinə verilib və bugün məhkəmə istintaqı gedir. Siz burada nəyə nəzarət edirsiniz? Şirkətdə təhlükəsizlik qaydalarına və əməyin mühafizəsi ilə bağlı sair məsələlərə nəzarət edən vəzifəli şəxs var. Rəşad Şükür. Şahidlərdən ifadə alıblar ki, Rəşad birbaşa o məsuliyyəti o adam daşıyır. Rəşad Şükür şahidlərdən ifadə alıblar ki, Rəşad Şükür gəldi, səhər təlimat verdi, yoxladı falan, getdi. Rəşad Şükür öz ifadəsində yazır ki, mən orada olmamışam. Allah Allah. Aydındır. Bir səsə, deməli səsin birinə qulaq asaq 44 saniyə, bir səbirli olaq. Söhbət Orxan, daha doğrusu Orxana iddiadır bu səs. Məsələ ondan ibarətdir ki, mərhumun qardaşı deyir ki, ölümündən bir gün əvvəl atılıb bu səs. Bir sakit olaq. Mikrofonu verin mənə. Var burada. Bir saniyə sakit. Şükür Allah, sənə dərsən, nə var, nə yox. İş belədir da, bu Orxan yoxdur, bizim Orxan qohum. Burada külli ixtiyar veriblər ona. O da zalim olur, zalim pır-pır-pırladır. İmkan vermir ki, bir çay içək. Oranı süpür, buranı təmizlə. Ancaq əl-ayaq işlərini. Neyini mən bu Orxandan nə məsləhət görürsən? Nətər edeyim? Sən alim adamsan, nə desən onu edəcəm. Şükür belə də dediyim kimi Orxanla çətindir. Orxanla çətindir deyir. İndi o cümlə işlətdi orada mərhumun sözü olsun da indi yəni qohumlardır. Bir qısa ara verək qayıdaq, digər səsi də dinləyəcəksiniz. Müəmmalı ölüm hadisələri, sir qalan məqamları, Amil Xəlilin jurnalist mövqeyi ilə birgə araşdırın. Heç kimdən qorxmadan, çəkinmədən bizə üst tutun. Ünvan Hüseyn Cavid prospekti 8, Elmlər Akademiyası metro stansiyasının yaxınlığı, yaxud zəng edib qeydiyyatdan keçin 012 510 33 99. Hər zaman dediyimiz kimi, güclünün yox, haqlının yanındayıq. Şousuz olaraq real araşdırmanı bizə həvalə
həvalə edin. Ekspertlərimiz və vəkillərimizlə birgə xidmətinizdəyik. Tam təminasız olaraq. Amma o bu qədimlilik var burada. Bu iyi var, bu qoxu var, bu canımsan. Canımsan. Hər gün baxıram, hər gün. Allah kömək Mənim ən xoş günüm oldu bu. Hasar mədəniyyəti də bu kənddə görünür. Kənd yaxşıdır, hər şey kətdədir. Bax, töləni atsın, mənim atam orada inəyi var, balası var. Alın mənim, xoş gördük. Xoş gördük, necəsin? Xoş gördük. Can, aman nə yox. İzləyirik, ardıcıl. Heç bir sizin o verilişləri buraxmırıq. Bir budur bu kənddə qalan bunu. Bir də deyək, bax, o qalıb. Sonuncu dəfə nə zaman burada oğlanları, övladları qalıb, qızı qalıb? Bəli, şəxsən o evi də mənim atam tikib. Ailəlisiniz yəqin. Xeyr. Elə yaxşı eləyirsən, qulaq. Elə ürəklə xeyir dedim ki, necəsiz? Nə var, nə yox? Bizim kəndə. Can. Televizorda görürəm səni. Allah canınızı Yaxşı uşaqsan. Suyu kəsilir, gecə. Onlar bulaq axtarır ki, bulaq başına getsinlər. Ağa bala gəl hərdən bir yaxşı söhbətlərdən eləyək. Nə var, nə yox, nətər vəziyyət. Siz də bu kənddə yaşayırsınız. Hə, hə. Mən sənə 50 yaş vermərəm. Üzrə deyirəm ki, çox da ağır işə verməyib özün. Deyinmir ki, gündə bu taxtalarla oynayırsan orada. Əsəbləşmir sənə? Yox, yox. Sən Allah hissənəndə baxma, qırğını salar. Tarı olduğuna görə aşıq deyirlər, hə? Anlatmayın bu cəmaatı. Oğluma oxşayır. Can. Nə var, nə yox, necəsiz? Yox, çox sağ olun. Mənim oğlum var, yox. Deyə həmişə görəndə deyirəm ki, bu harasa getsə Amil Xəlilə baxacaq. Canım. Yoldaşımdır. Ömür gün yoldaşı. Deməyib indiyə kimi biz də gedək buradan. Yox, o başa çıxmıraq. Elə bilir hamısı bizim kimi yaşayır. Kəndindən. Bir gram ötürmürəm ha. Allah Saat birin yarısı bilə qalmış. Allah ömür. Amil Xəlilin verilişinə baxıram. İnşallah, amma sabah isə 11-də inşallah baxırsınız birinci hissəsinə. Allah qoysa vaxtı da uzadacaq. Allahın köməkliyi ilə daha çox baxacaqsınız. Xoş gəldiniz, izləyin. Space'in YouTube səhifəsindən bax, digər bölümlərimizi, buraxılışlarımızı daha doğrusu. Space'in rəsmi YouTube səhifəsi var. Space TV yazırsınız, gəlir. O cümlədən shortsları da orada izləyə bilərsiniz. TikTok Amil Xəlil səhifəsi var, Amil Xəlil Instagram var və Facebook səhifələri də var ki, bəli, orada biz müəyyən məsələlər olur ki, orada qaldırıram, gündəmə çıxardıram. Buna görə də təşəkkür edirəm. Məsələn, ötən gün mən elektron mağazaların birindən yazı yazmışdım. Gülşən xanıma təşəkkür edirəm. Dərhal reaksiya verdi. Dedim, Gülşən xanım, açıq deyək də qoy adı geçsin, Baku Elektroniksdən gedir. Və dedim ki, sizin mətbuat xidmətindənsə sosial şəbəkəniz daha aktiv imiş. Dərhal Gülşən xanımgil minnətdaram reaksiya verdilər. Və belə, ona görə sosial şəbəkələrdə də biz aktivik. Biz gəlirik bu məsələyə, yenə də deyirik, əslində Orxan xəttə olsun. Orxana suallarımız var. Mən qısa bir təbriklərimi edim, ondan sonra Əsri xalamızı görüb bizim əməkdaşımızı göstərin zəhmət olmasa. Onun bu gün ad günüdür. Buranın təmizlik işləri məhz olarlıqdır. Təbrik edirəm Əsri xala. Neçə yaş olur qız? 58, bax bu dəqiqədə görürük. Elə mən bura gələndə 12 ildə Əsli xala günü gündən cavanlaşır. Qazaxdandır yeri gəlmişlər, Kəmərli kəndindən. Allah ömür versin sizə. Allah ömür versin. Əsli xala, sizi çox istəyirik, bilirsiniz. Biz komanda olarıq, Space televiziyası olaraq doğrudan da zəhmətkeş. Bütün xanımları, Zeyma xalanı da görürük, İradə xalanı görürük, hamısını, digərlərinə də hər birinə salam olsun. Desə belə illərdə inşallah. İnşallah. Bu arada mən ötən həftə İsmailin Sulut kəndində çəkiliş eləmişdim. Rafiq dayının nəvəsinin adı günüdür. O da deyir ki, mənim də nəvəmi təbrik eləyin. Atası da hərbiçidir yeri gəlmişkən. Elnur da adı, Könül bacısıdır. Gülay da, anası Könül, Gülay isə bacısıdır. Təbrik edirik biz də İsanı. Mənim əməkdaşımın da bugün toyudur. Ona görə belə giyinmişəm. Burada nə gözəl, elə bildim hə. Nihalın toyudur. Təbrik edirik. Ayın 3-də də bizim bir Akif var, növbəti hissənin rəisidir. Onun da balaca oğlunun toyudur. Hamımız kollektivlə oradaydıq. Təbrik edirəm. Bugün ad günü olanları, toyu olanları. Təbrik edirik. Biz gələcəyik bu məsələyə. Orxan xəttədirmi? Orxan xəttə olsun, olana kimi baxın, mən əslində bu gün demişdim, birinci gün bizə açıqlama gələcək. Amma hər halda bu məsələyə bir vəkillərimizlə bərabər reaksiya verək, qayıdacağım o məsələyə. 17 yaşlı Əlizamin. Baxın, mən Əlizaminin timsalında, ümumi olaraq daha doğrusu bir məsələni qeyd edim. Valideynlər,
Və bizi izləyən bilirsiniz də mən faizləri deyirəm. Məndə 72%, 73% kişi tamaşaçıları çoxdur. Xanımlara da təşəkkür edirik. Kişiləri də o cümlədən var olun deyirik. Və öz yaşlarım da çoxdur. Bunu da deyim. Sosial şəbəkədə salam necəsən, üzr istəyirəm birinin bir videosunu görüb dərhal görüşmək niyyətindən artıq əl çəkin. Çünki elə bir zamanədir ki, polisə kimsə bir qız gelib deyəndə ki, bu doğrudan da görüşmüsən, gelib desə ki, mənə qarşı xoş olmayan hərəkətlər elədi. Birinci növbədə o inanılacaq da, yəni bu reallıqdır. Ona görə də aldanmayın. Tək mən Əlzamindən danışmıram, amma çox təəssüf ki, belə hallar var. Çox təəssüf ki. Hətta üzr istəyirəm, bir sübutunuz olmur əlinizdə, bir münasibət olur, ondan sonra qız gedib şikayət edəcək səndən, sənin əlində bir sübut yoxdur ki, bu könüllü olub. Deyil mi? Əlzaminə isə sosial şəbəkədən dediyinə görə bir tanışlıq olub. Qızın mesajda... Olmayıb. Harada tanış olmuşdu onunla? İdman zalında. İdman zalında olsun. Amma rəfiqəsinə də qız yazıb ki, Əlzaminin heç bir günahı yoxdur. İndi iddia nədir? Anası iddia edir ki, Əlzamin qıza heç nə eləməyib, ekspertizanın rəyi var. Amma ona 3 il həbs verilir. Bu doğrudurmu deyə. Vəkillərimiz bir suallarını ünvanlasınlar anasına zəhmət olmasa. Yazıq vəkillər neyinə? Sualları versinlər də maarifləndirək. O məhkəmənin qərarında ekspertizanın rəyi var. Bəli, var. Ekspertizanın rəyinə baxmaq lazımdır da orada. Nədir rəy? Harada səndə dirək? Ver mən ona kimi Ruslan müəllimdən xahiş edəcəm. Baxsın sonra hələ vaxtımız var. Sizə söz verəcəm mütləq qaydada. Bax məsələ onunla ibarətdir ki, burada baxsın Ruslan müəllim. İki məhkəməni bir hakim ikinci qərarı ilə orada iddialara görə qərar çıxardıb ki, yenidən araşdırma aparılsın deyə. Orxan xəttədir. Orxan. Orxan səsə qulaq astın mı efirdən? Efirdən qulaq astıyım, əlbəttə ki. Əlbəttə ki. Mikrofondan çıxar ki, biz səni rahat eşidək. Çox xahiş edirəm Orxan. Efirdən evdəkilərin baxsın. İndi vəkillə bərabər sual var. İndi o səsə nə deyərdin? Hansı açıqlamanı verərdin? Bax, səndən narazılıq eləyib səslə. O səsə valla mən nə bilmir. İndi o bir yenə nə fikirləşi var. Onu mən deyə bilmərəm. O hər şeydə ya o şeylə ya... Prokurorda da var, hər şeydə var. Bildim, yəni orada deyir ki, Orxan mənə zülüm edir. Nəsə eləmişsən ki, o səsi göndəriblər də. Amma indi etibarən bir məsələ var da, rəhbər statusunda olub da, Orxan fəhlədir o. Mən ona 2 gün gəlmiş adama niyə bilərəm? Fəhlələrin rəhbəri olub. Başa düşdüm, indi söhbət ondan gedir ki, o birisi fəhlələr ondan şikayət eləmir axı. İminlə bu rəhbətə gedmiş. 2 gün gəlmiş adama niyə bilərəm? Mən özüm də fəhləyəm. Bax ki, 2 günə gör nə səslər atıb o adam. Rəhmətli 2 günə elə səslər atıb ki... Gəlin belə deyək də, gəlin açıq danışaq. Orxan. Sualıma cavab verin. Ben indi o adı nədir? Qoy mən indi deyim. Buyur da, amma aram danış da, telefonu biraz yaxın tut. Ne inirsən, elə biz səni rahat eşidək. Buyur. Mən deyim, bax, 96.000 pul alıbdır şirkətdən. Bir də Orxan, mən səni çox pis eşidirəm. Xahiş edirəm telefonu bir tənzimlə. Ya mikrofondadır, ya da ki telefondadır yəqin problem. Problem telefonda olur. 96.000 pul alıbdır. Adı nədir? İlk qardaş kimi özləri yazdı. Bir dəqiqə, 96.000 manatı kim alıb Orxan? 96.000 manatı kim alıb? Kim? Elgün? Elmir? Qardaşı alıbdır, Elmir alıbdır, qardaşının piresi var. Bir dəqiqə, 96.000 manat şirkət Elmirə ödəyib. Şirkət Elmirə pul verdi. Yalan deyir. Nə sübutlar var əlimizdə o barədə? Bura yalan deyir. Şirkətlə əlaqə saxlasın. Bir dəqiqə, nə olar, xahiş edirəm hamıdan sakit olsun. Bu böyük bir iddia səsləndirir Orxanı da dinləyək. Orxan, yəni qan pulu kimi verilib? Bax, Cələnin kredi vardı, Eygül'ün kredi vardı, onu ödəyiblər. Desinlər yalandır. Araşdıraq da onu görə ödəyiblər, ödəmir. Ödəyiblər, bu ödəmir. Yalandır, desinlər yalandır. Yana mən nə iddiam edəcəm? Yox, indi bu şirkət pul ödəyibsə, mən bunu sorğu verib bilməliyəm də, Orxan haqlıdır, o barədə olub. Mən deyirəm ki, mən də xahiş edirəm ki, gedin orada şirkətdən, dəqiq şirkətdən, gedin ögəlim. Orada deyir ki, Orxan 2700 manat maaş alır. 2700 manat var. Hayda maaş alır. 1000 manat orada maaş alır. Deməmişi Orxan alır. Orxana deməyiblər. Kərimə dedi. Kərimə dedi. Orxan. 2700 manata kim alıb? Orxan, onu Kərim dedi alıb 2700 manatı.
Kerim de 1500 lira alırdı. Kerim orada yine bir güzel Onda Osman maaş müəllimin yoktu. sualı var. Buyurun Osman müəllim. Orxan, əvvəla heç kəs səni ittiham eləmir. Burada dediyin Məni nəyi ittiham fikirlər, etmişsin? sən deyirsən də ona görə. Söylədiyin fikirlər video yazı ilə uyğun gəlmir. Sən deyirsən ki, qulaq as da, biz sizə qulaq astıq. Bir olmuş şey deyil, mən burada şeydəyəm, alim zat deyirəm ki, mənim yadımda qarşı orada neyirəmkən. Səni hadisə... Orada mən adam öldürməmişəm, eləməmişəm, orada 2-3 dəqiqə qabaq o hadisə qabaq düşmüşəm. Düşüb gəlmişəm, hadisə olandan sonra qayıdacağım. Mən orada nə bileyim ki, nə olubdu. Orada Kerim gəlib orada knopkanı vurub öldürdü. Kerim öz izahatında... Onlara məhkəmədə cavab verəsən. O şeydim, onu mən eləmişəm. Mən kimsə kimin şeydir, boynuna götürəbilir. Mən məsəl üçün bir adam öldürəm, ona kimsə mənim əvəzimə gəlib boyun götürə bilər. İndi gözlə. Ona havayda nə ortaya atmışsınız? İndi Orxan, ardın ortaya atıldığını qoymuşdur. Havayda nə ortaya atmışsınız? Aparıcı sual verdi, Amil bəy sizə sual verdi, siz o sualdan yayındınız. Qulaq as. Amil bəy sual verdi ki, bu səs yazıya qulaq astın, orada deyir ki, bundan dolanmaq mümkün deyil, çətindir. Sən o suala cavab vermə, qulaq as. Qulaq as. O səs yazısının mənə qarşılığın göstərsinlər. Həmin səs yazı... Qarşılığın göstərsinlər, ay qardaş. Orxan, həmin səs yazı... Orxan, qulaq as da, səndən böyük bir vəkil danışır, bir dinləməyimiz olsun. Həmin səs yazısı dəqiq araşdırılması üçün Laçın rayon məhkəməsinə təqdim olunub. Laçın rayon məhkəməsi onu araşdırmadan imtina edib. Həmin səs yazısı. Həmin səs yazısı hal-hazırda Şirvan Apellyasiya Məhkəməsində də var. O məsələ qaldırılacaq və araşdırılacaq. Mən onları demirəm. Bax, sən deyirsən ki... Nəysə ziyan vurmağa gəlmişdi. Orxan, qulaq as bir dəqiqə, mən sənə qulaq asıram. O təsadüfdür, mənim ondan xəbərim yoxdur. Bilirəm, sənin xəbərin yoxdur, bilirəm. Mənim onda 21 yaşım var idi, mənim onda sən deyirsən onda 23 yaşım var idi. Mənim o hadisə olanda o mənim 21 yaşım var, mənim 22 yaşım var. Mənim 22 yaşım var. Cılızlığa getməkdə indi 23 yaşım var da, bir qulaq as gör vəkil nə deyir də, səninlə danışır axı Orxan. Sən niyə belə özünü belə panikaya salırsan? Bir dinlə görək. Mənə yalandan olanda adamı yandırdı, yalçıydı, bu şeydir. Orxan, sənə ayrı sual verdilər. Mənə iş edə bilməz. Sən cavab vermədin. Sən deyirsən ki, səndən münasibətləri yaxşı olub. Burada video yazı nümayiş elətdirdi. Video yazıda sən Elgünlə barmaqla hədə ilə danışırsan. Video yazıdır. Bu nə mənim fikrimdir. Mən şeydir, orada indi iştirak göstərirəm. Orada mən həmişə, mən əl-qoy hərəkəti ilə danışam. Mən orada kimsə hədələmlə, mənim elə gücüm yoxdur ki, mən özüm xəstə adamam. Mənim elə gücüm yoxdur ki, kimsə döyəm. Xəstə sən necə işləyirdin, ay Orxan? Sən xəstəliyin nədən ibarət olub ki? Orxan, bir qulaq as da, Orxan, bir qulaq as. Xəstəliyin nədir sənin? Mənim depression 500 asam, mən epilepsiya xəstəsiyəm. Bəs necə gelib işləyirsən, elə bir ağır işdə işləyirdin? Ağır işdə neynəyəm, mən kasıçılıqdır, neynəyəm, indi şeydir, mənə kim gətir pul verir, gətir mənə pul verir. Yox, gətir pul ver, yox, indi də deyəsən elektriklə məşğulsan, ürək getmən var, Allah şəfa versin, amma sən riskli işlərdə işləyə bilmərsən, axı mən bildiyim qədər. Hər halda... Yox, mən fiziki işlərdə belə işləyirəm ki, özümü, ehtiyatımı gözləyirəm mən elə... Onda sən pensiya alırsan da... Elektrik kimi işləsəm də mən orada fərləyəm. Pensiya alırsan da, ay Orxan... Elektriklə məşğul olmuram. Pensiya alırsan da o zaman sən? Yox, mən devlətdən bir mantıqlı almıram xəstəliyimə. Almışsan. Evlisən mi ay Orxan? Yox, subayam. Subaysan. Hə, Osman müəllim, buyurun. Mən əlavə suallar vermək istəmirəm, çünki məhkəməyə dəvət eləmişik və çox yaxşı ki, Şirvan... Gələcəksənmi məhkəməyə, Orxan? Gəlməsə məcburi gətiriləcək. Məhkəməyə mən bir dəfə gəlmişəm, bir dəfə məcburi gətiriləcək. Vizə atarmışam. Orada prokurorun qabağında sənətdəyim, gedin baxın, orada yəqin... Yox, indi bu Şirvan Apellyasiya Məhkəməsinə gələcəksənmi inşallah? Apellyasiya Məhkəməsinə gəlmənli nə iş var soracaqlar? Aydındır, Orxan bəllidir artıq. Orxan, təşəkkür edirəm, danışarıq səninlə verilişdən sonra. Alaq xəttdən tam alaq və bir-birinə zid açıqlamalar var. Hələ bir yarım saat içində biz bir-birinə 96 min nədir, nə məsələdir bu danışır? İndi ona gələcəm, necə Osman müəllim?
bunun böyle xəstə olması barədə məlumat yox. Çünki prokurorluq bütün hallarda bunu araşdırmadan kənar saxlayır. Deyir ürəyim gedir, epilepsiya. Mən bilmirdim. Bu gün siz burada çox şey bildiniz. Görün, yəni inciməsinə bəzi müstəntiqlərdə. Elə bil ki, səthi gedirlər hər işdə. Mən sizə müstəntiqdən bir söz deyim. İlqar Niftaliyevdən onun vəzifəsini böyütdülər, bu işdən sonra apardılar başqa yerə. İlqar Niftaliyevə mən sual verirəm ki, orada naqil ilkin baxış protokolunda naqil çıxarılıb. Düymeye giden, stop düyməsinə gedən naqil çıxarılıb, siz yazmışsınız bunu. Bunu ekspertizaya niyə təqdim eləmirsiniz? O qabaqca müxtəlif bahanələrlə demək istədi ki, təqdim olunub. Ekspertiza təyin etmə barədə qərarı təqdim elədim ki, göstər burada o sualı. O çıxa bilmə. Ondan sonra deyir ki, bu müstəntiq deyir ki, mən şirkətin rəhbərliyi ilə danışığı apardım. Və məlum oldu ki, o naqilin heç bir əhəmiyyəti yoxdur. İndi həmkarım da oturub burada. Danışıq aparmaq istintaq materiallarına nə dərəcədə əhəmiyyətlidir və yaxud da sübut növü hesab olunur. Əgər orada o mübahisəli məsələ vardısa, ekspertiza təyin ediləndə ekspert qarşısında həmin məsələ qoyulmalıydı. Və yaxud mütəxəssis dəvət olunmalıydı. Konkret biliyə malik olan şəxs dəvət olunmalıydı. Çox təəssüf, çox təəssüf. İlqar Niftaliyev də deyir ki, mən söhbət eləmişəm, danışıq aparmışam. Amma bir məsələni deyim mi? Mən dəfələrlə şahid olmuşam, vətəndaşlarımıza da deyirəm, tənbəllik eləməsinlər. İnanın, mənim bu baş prokurorluqda vətəndaşlarımızla bağlı cəhdlərimiz, görüşlərimiz hamısı müsbət nəticələnib. Amma neyiniyək ki, bəzi bölgələrimizdə, bax bu xoş gəldimi 3 ildir çəkirəm də, 3 ildir. Mən yenə də qeyd edirəm ki, bəzi bölgələrdə bəli problemlər var və bu bütün dünyada var. Amma elə kiçik problemlərlə üzləşirəm orada ki, elə kiçik. Məsələn, kənd olub ki, deyir qardaş, biz indi 17 ailəyim, məsələmdə Pirəbil Qasım kəndi. İndi səslənmişik də, görə inşallah bu yaxınlarda yaxşı xəbər eşitmişəm. İnternetimizi versinlər, heç olmasa bu 17 ailə yaşasın burada. Heç olmasa biz bilək ki, internetlə cəmiyyətə açılırıq, sosial şəbəkə, o biri kəndlərdə onları həll elədik. Həm Qaracüzlünü, həm Yeni kəndi, həm Növbəli idi, nə idi o kəndi. Bunlar həllini tapıb, Lerikin də kəndi. İndi məsələni mən nə izah edeyim? Hələ görə tapılır. Mən indi məsələ, heç valla onu öz üzərimə götürməm. O problemləri göstərir, mən xahiş edirəm ki... Mənim, elə deyil, biz burada oturmuşuz və açılan kəndləri siz orada açıqlamışsınız. Ona görə də onlar da dedilər ki, Amil Xəlilə çox sağ olsun ki, bizim deməli, rabitəmiz açılıb. Üst qurumdan da. İctimailəşdi də. İndi bildim də, yenə də onların da uğurlardı. Yəni, deməyim odur ki, bu kiçik məsələləri, bölgədə baş verənləri, indi vətəndaş gəlir, sonra çıxır baş prokurorluğa, ondan sonra məsələsi daha müsbətə doğru gedir. Nə olar ki, bu yerlərdəki məmurlarımız da bu işdə biraz həssaslıq göstərsinlər. Baxırlar, üstlərinə, başlarına açıq deyək bəziləri, görürsən ki, rəftarları düzgün deyil də, vallahi düzgün deyil. Rəftar düzgün deyil. Əvvəllər Allaha min şükür ki, indi bu məsələ cənab prezident səviyyəsində, sağ olsun cənab prezident, bir alqışlar, valla. Məktublarımız, məktub yazırdım mən də bir 10 il bundan öncə. Məktubu yazırdım, indi də deyə bilərəm, əslində bu başçının adın yoxdur artıq. Məktubum buradan gedirdi birbaşa onun masasının üstünə. Amma indi Allah'a şükür məktub yazırıq cənab prezidentimizə, aparatdan birbaşa reaksiya verilir, vətəndaş dəvət olunur. İndi biz təzə bir ölkəyik də, yeni bir ölkəyik. İndi nə olardı ki, yerindəki Laçın rayon prokurorluğunda da bu məsələ elə istisəlli olardı. Bu adamlar da gəlib nə bura çıxardı, nə də bundan bir gün öncə baş prokurorluqda olmazdı. Deyilmi Osman bəy? Əlbəttə, mən sizlə razıyam. İndi sizin verilişinizə bir dənə də iş mən müraciət eləyəcəm. Bəli. Araşdırma getsin, görün orada nələr var. Gəlin gedəcəm, mən onsa bölgələrə çıxacam. Bu hamısı kadr problemidir, Amil bəy. Bilirsiniz, prezident dəfələrlə deyir ki, araşdırma aparılsın, məlumat verilsin. Hər şeyi prezidentin üstünə atmaq lazımdır. Xırda məsələni bunu yerlərdə həll eləməlidirlər. Qabilindir, səhv eləmirəmsə bir şeiri var, deyir, ağ biləklər, ağ əllər tarlada qabar. Bir qeyrətsiz yekəpər qızıl gül satar. Qeyrətsiz oluruq biz səhv düşəndə yerimiz. Yəni kadrın yeri səhv düşəndə problemlər yaranır. Yəni bu ölüm hadisələri olmasın, bu cinayət hadisələri olmasın. Bax dünən biz efirdə dedik də 7 yaşlı uşağın bıçaqlanmağın. Hələ də mən bir şeyə sorğu vermişəm. İndi ola bilər bəzi anonimliklər də var. Görün cinayətin yaşı da azalıb artıq.
xərçəng xəstəliyi də azalıb. O qədər bax belə əsəb stres keçirdirir ki, artıq 7 yaşlı, 8 yaşlı uşaqlarımız da xərçəng olur. Allah uzaq etsin, Allah şəfalarını versin. İndi 37 yaşlı oğlanın ölümü, 17 yaşlı oğlanın həbs olunması, bundan başqa 22 yaşlı biz bu Lerikə yenə də misal çəkim, kəndin başında olmuşdu bu məsələ. Müstəntiqə nə qədər yazdıq, baxmadı, axırı sağ olsun baş prokurorluq. Artıq ora vətəndaşı göndərdim, birbaşa nəzarətə götürüldü iş, adam həbs olundu. Yəni bundan ötürü biz demirəm, mən kimisə həbs eləyirəm, mən jurnalistəm. Bu, yəni Space-də də belə çıxmasın, yeganə jurnalist mənəm. İndi aparıcıları ayrı, jurnalistika ayrıdır da. Amma bir jurnalist olaraq mən bunu işıqlandıra bilərəm. Yerində də bunu həll olunsun da. Bəli. Doğru. Məmurlar onu eləməlidir. Yəni, cənab prezident deyir, o təkdir, yəni bir nəfərdir, prezidentdir. Ancaq o ölkəyə 10 milyona necə baxsın? Yəni, məmur qoyulanda ona deyilir ki, qardaş, get cəmaatın, bəli, o problemlərini həll elə, cəmaatın içində ol günən. Ancaq biz nə edirik? Adi bir məhkəmə məmurları, qardaş, illərlə o sənədlər qalır orada, baxmırlar. Çox təəssüf. Bax, yenə də deyirəm, jurnalist araşdırması ayrı. Bu arada həm də Space-in xəbərlərinin əməkdaşları da jurnalisti, bunu da deyək, yəni xəbər aparıcıları da sayılır. Yəni bunlar, bax indi bu İdraç liseyində uşağın müəllimi güllələməsi məsələsi. İndi baxıram ki, az yaşlı uşaqlardan müsahibələr götürüblər. Yəni, bu da düzgündür. Bu da bəli, bizim də problemlərimiz var. Biz demirik ki, biz süddən çıxmış ağ qaşığıq. Bizim də aramızda reyketliklə məşğul olanlar var, müəyyən addımlar atanları var. Mən, məsələn, müxbir vaxtlarında heç vaxt belə hadisələr, cinayət hadisələrinə getmişəm, həmişə heç vaxt az yaşlıda müsahibə almamışam. Yəni, alıb onu da verməmişəm, yayınlanmamışam, başa düşürsünüzmü? Üzləri də açıq formada. Sabah, nə bilirsə, orada üzr istəmə deyəcəklər, sən xəbərçisən, yalandan məlumat verdin. Məktəbin içində bu psixoloji təsirdir, qısa. Kütləvi informasiya vasitələri haqqında qanunda da birbaşa göstərib. Uşaqlarla bağlı, uşaqların hüquqları həssas olur. Qorumalıdır. Ruslan müəllim, Ərzami ilə bağlı sənədlərlə tanış oldunuzmu? Bir neçə dəqiqə, bir dəqiqə artırımda dostlar. Tanış oldum. Bu çox həssas məsələdir. Burada şəxsi ailə sirlərinə aid olan məsələlər olduğu üçün tam ətraflı deyə bilmirəm, amma bir şey deyə bilərəm ki, hazırda İcraat Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Şalələ xanım Həsənova, Vüqar Quliyev və Aytən Əliyevə. Yəni, mən deyərdim ki, bəlkə də Bakı Ağır Cinayətlər ümumiyyətlə Azərbaycanda ən obyektiv və qərəzsiz hakimlərdir və ümid edirəm ki, həmin hakimlərin səhərləri nəticəsində... Yenə də baxacaqlar deyir. Yenə də onlarda deyiş. Mən amma birinci gün sizlə başlayacaq, süjet çəkiləcək bu məsələ ilə bağlı mütləq qaydada. Obyektiv baxılacaq, mən ona əminəm. Mən sizi bir nəfər var, ona da yönləndirəcəm. Artıq zəng gəlib mütləq qaydada. Saat 11:00-da sabah xoş gəldin var. Mən də Ağsu zonasında olacağım, Şamaxı zonasında olacağım. Salamatlıq olsun, sabah hava yaxşıdır, Allah qoysa. Həmçinin də bu məsələ ilə bağlı gələn olacaq. Yeri gəlmişdən görə iddialar var. Salamat qalın. Tovuzdan gəlib, bacısını axtarır. Bacın nə zaman gedib şöyle? 15 il. 15 ildir. Bəli. Adı nədir? Cəmilə. Cəmilə. Rəfiqə kimi də tanınır. Türkiyəyə gedib, oradan Almaniyaya mı? Almaniyaya gedib, hardasa 2022-ci ildə. Göstərin bayaqşını, ha? 2022-ci ildə bir xəbər gəldi, bir nəfər onu Almaniyada görüb. 15 ilə yaxında əlaqən yoxdur? Yoxdur. Bir daha deyə, adı nə idi? Cəmilə. Cəmilə, amma belə nə deyirdilər? Rəfiqə. 15 ildə əlaqən yoxdur. Türkiyədə olmuşdu, amma araşdırdıq, Türkiyədə dedilər yoxdur. Cəhdlərin gördüm, səfirliyə yazmaqların gördüm. Geniş dayanmadan addımlar atıb. Sadəcə bizə müraciət ediləyəndə Övladlar da axtarır, övladları da axtarır. Narahatlıq var. Əgər eşidirsə bizi, bir bacısı onu axtarır, doğma bacısından gedir söhbət. Mən bacıma səslənirəm ki, yəni evladları onu gözləyir. Siz də gözləyirsiniz təbii ki. Hər halda mən də gözləyirəm, anası da gözləyir. Onun axtarışına mən çıxmışam. Neçə bacı qardaş idiniz? Biz 5 bacı bir qardaşıq. O böyüdür sizdən, yoxsa... Məndən böyükdür. Böyüdür. Neçə yaş olar indi? 67-ci ildir. 1967-ci ildən. Hər bir insan səhv edə bilər, amma yenidən doğulmaq üçün bir addım atmaq kifayətdir. Bu addım sizi sağlam addım reabilitasiya mərkəzinə aparır. Burada həyatını asıllıqlardan xilas etmiş yüzlərlə insan yenidən həyata qayıdır. Mərkəzdə narkomaniya, alkol, qumar və digər psixoloji asıllıqların tam müalicəsi aparılır.
Burada çalışan təcrübəli həkim narkoloqlar, psixoloqlar və sosial adaptasiya üzrə mütəxəssislər hər bir pasiyent üçün fərdi müalicə və reabilitasiya proqramı hazırlayır. Ən önəmlisi, sağlam addımda heç bir halda narkotərkibli dərmanlar və ya asıllıq yaradan vasitələrdən istifadə olunmur. Müalicə prosesində yalnız təhlükəsiz elmi əsaslı və psixoloji dəstək yönümlü metodlar tətbiq edilir. Məqsəd sadəcə asıllığı dayandırmaq deyil, insanı yenidən həyata qaytarmaq, güclü iradə və sağlam düşüncə formalaşdırmaqdır. Bu sadəcə bir reabilitasiya mərkəzi deyil, bu ümid, inam və yenidən doğuş məkanıdır. Əgər siz və yaxınlarınız asılılıqla mübarizə aparırsınızsa, bugün ilk sağlam addımınızı atın. Xüsusi olaraq qeyd edək ki, mərkəzin rəhbərləri zamanında bu asıllığın qurbanı olub. Sağlam addım, həyatınızı dəyişmək heç vaxt gec deyil. Əlaqə telefonu 055 227 55 51. Globus Təhsil Mərkəzi, dünya sənin əllərində. Xaricdə təhsil artıq xəyal deyil, Globus Təhsil Mərkəzi ilə tam reallıqdır. Sadəcə atestatla sən də Ukrayna, Türkiyə, Gürcüstan, Rusiya, onlarla ölkədə ali təhsil ala bilərsən. Burada ən vacibi odur ki, diplomlar rəsmi şəkildə tanınır. Qəbul üçün səfər etməyə ehtiyac yoxdur. Qəbul təsdiqlənmədən xidmət haqqı alınmır. Globus illərin etimadı, minlərlə tələbənin seçimidir. Peşəkar komanda sənə doğru universitet seçimi, sənədlərin hazırlanması və qəbul prosesi boyunca tam dəstək verir. Globus komandası tələbələrin təhlükəsizliyinə və inkişafına da xüsusi diqqət yetirir. Övladlarınızın təhsili ilə gündəlik maraqlanılır, onların davranışı və nizam-intizamı daim nəzarət altında saxlanılır. Əgər xoşagəlməz hallar baş verərsə, dərhal valideynlərə məlumat verilir. Bu addım xüsusilə təhsilə verilən önəmdir. Əgər illik qiymətləri yüksək olarsa, tələbə Azərbaycan universitetlərinin birinə rahatlıqla yönləndirilə bilər. Elə indi zəng edin, ətraflı məlumat alın. Telefon 050 830 90 10. Globus Təhsil Mərkəzi.